Selamun aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır və yaxşısınız. Bir Salam əziz və hörmətli dostlar. Xoş gəldiniz. Xoş gördük. Dostlar, mən gözlüyümü dəyişim ki, gözlərimizi görək. Əziz və hörmətli dostlar, mən burada canlıda danışdıq, qərar qoyduq ki, bir düşüncə otağı açaq. Və sonra da danışdıq, düşüncə otağının adına da gəldik, buraya yetişdik ki, düşüncə bağı otağı deyək. Və burada beləcə də qərara gəldik sizlərlə bərabər ki, mütəəssifanə İranda insanlar siyasət bilmirlər nədir. Və hamının beyni İranın radio, televizyonu və təbliğatı elədiyi beyindir. Yəni bizim beynimiz İran radio, televizyonudur, İran müəllimləridir, İran danışqahlarıdır, Fars. Əslində biz farsların dediyi kimi yox və istədikləri kimi yox və o cür düşünürük, o cür də davranırıq. Siyasəti də o cür görürük. Təşkilatları da İran gözü ilə, Fars gözü ilə görürük. Mollaların Fars molla gözü ilə görürük. Bunun üçün dedik ki, Güney Azərbaycan və İranda yaşayan Türk millətinin siyasi partilərinin, liderlərin ya lider sözçülərin gətirək burada otaqda danışdıraq və onlardan soruşaq, görək ki, onlar siyasəti nə cür düşünürlər? Əslən düşüncələri nədir? Azərbaycana görə nə düşünürlər? Türklərə görə nə düşünürlər? İrana görə nə düşünürlər? Kürdlərə görə nə düşünürlər? Farslara görə nə düşünürlər? Şimali Azərbaycana, Türkiyəyə, Türk dünyasına görə stratejiləri nədir, amacları nədir, taktikləri nədir, əsasnamələri nədir, məramnamələri nədir, yol xəritələri nədir, bunları danışaq və bunlardan görək ki, siyasəti nə cür düşünürlər. Və biz siyasəti yavaş-yavaş milli görək. Əlbəttə, indi bunları deyərəm, bir-bir, hop bulmayayım, istirdim hop bulam qabağa. Ərz edeyim ki, bunun üstündə Clubhouse-da bir dənə otaq açdıq, adını qoyduq Düşüncə bağı və partilərlə əlaqəyə girdik. 13 partini dəvət eləmişik, gəlsinlər, danışsınlar. Qəşqaylərin də bir partisi var, onu da dəvət eləmişik. Təqribən 10'u cavab veribdi, deyiblər gələcəyik, 3'ü cavab verməyib hala. Qəşqayilər də yargöyüllüdülər. İşimiz olmasa gələrik, işimiz olsa gələrik məsələsidir. Hər halda insanlar işdirlər, yəni mən onlara irad tuta bilmərəm. İrad tutmaq haqqım da yoxdur. Çünki insanlar, siyasət bizim peşəmiz deyil. Siyasət peşə olmalıydı, amma bizim peşəmiz deyil. Və bizim hamımız siyasəti bir ikinci, üçüncü addımda tuturuq. Yəni əvvəl gərək yaşayaq, işləyək, çalışaq, pul qazanaq,
evimizin kirasını verək, ya olan hər nə ki lazımdır onları verək, eləyə bilək ay başına özümüzü hazırlayaq, çox işləyək. Eyni halda bir vaxt da axtarırıq, çalışırıq, tapırıq ki, siyasətə baxaq. Və çalışırıq bu siyasətdə beyinlərimizi İran düşüncəsindən xilas eləyək. Bu böyük bir işdir. Yəni siz bunu kiçik bilməyin. Mən bunu dəfələrcə ərz eləmişəm xidmətlərinizə, huzurlarınıza. Bizim geçən 100 ildə hərəkatımızın hamısı üst-üstə pan-İranist olubdur. Niyə olubdur? Yəni bunun niyəsinə axtarsaq ki, niyə biz pan-İranist olmuşuq bizim dədələrimiz? Çünki bu İran adlanan, bugünkü İran adlanan, məsnui yalancı İran adlanan torpaqların o birisi millətdən almağına biz almışıq, saxlamağına biz saxlamışıq. Farslar, İngilislər, əslində İngilislər Farsların əlinə buranı bizim əlimizdən çıxardıblar, idarə ediblər. İdarə eləyirlər. Mən hətta son zamanlarda düşünürdüm ki, əgər Farslara bu qüdrəti devrələmək, vermək, Qacar son zamanlarına düşməsəydi, bir 30-40 il qalsaydı dalıya, bu Hindistan istiqlalın alan zamanlara düşsəydi, bizim alın yazımız fərqli olardı. Alın yazımız çox fərqli olardı. Çünki onda şayət İngilistanın siyasəti bizə görə fərq elədi. Çünki qabaqdan İranla, bugünkü İranla, ya Qacar dövləti deyək, o cür deyəm, İran deməyək, çünki İran yoxdur. İran cəhəli taza bir şeydir, istemarlı və mən rəsmiyyəti tanımıram. Amma bu İran adlanan cəhəli torpaqlar, hakimiyyət burayla İngilistan qonşu idi. Yəni İngilistan gəlmişdi, Hindistanı almışdı. O zaman Hindistan bugünkü Pakistanı da tuturdu, Sri Lankanı da tuturdu və çox yerləri tuturdu. Hətta bugünkü Hindistan, Əfqanistanın da bir bölgələrini tuturdu. Bunun üçün də gəlmişdi, Qacarla qonşuydu. Bu qonşuda kim var idi? Bir güclü dövlət var idi. Adı nə idi? Osmanlı. Osmanlı ilə çox yerdə qonşu idi. O cümlədən burada. İndi deyəcəksə Osmanlının nə ilgisi var Qacar dövləti ilə? Mənim şəxsi nəzərim budur ki, Qacar dövləti Osmanlının bir yarı müstəqil ya federal dövlətlərindən biridir. Mən belə düşünürəm. Belə də görürəm. Dəlillərimi də dəfələrcə demişəm. Dostlar istəsələr bu haqda mən yenə də dəlillərimi ortaya qoyub danışa bilərəm. Amma hər halda gəldi Qacar imperatorluğu ya Qacar dövləti, federal dövlət ki var idi. Əlbəttə Qacar özü də federaldır. Mən bunu keçən dəfə də yenə dedim. Baxın, Qacar sistemi çox mürəkkəb sistemdir. Bugünkü Amerika federalindən çox üstündür. Yəni beləsi yox, Osmanlı federalı, Osmanlı xilafəti çox mürəkkəbdir. Bugünkü Amerika əyalətlərindən, bugünkü Avropa Birliyindən, əyalətlərindən çox mürəkkəbdir. Niyə? Misal vurum, Osmanlını böləndə 45 məmləkət çıxıb. Biri Türkiyə, bugünkü Türkiyə, biri də bugünkü İran. Hər ikisi də məsnuidir məncə. Mənə baxsaz, hər ikisi də məsnudur. Amma bu 44 məmləkət, siz fikir eləyin ki, Osmanlı dövründə də Osmanlının torpağı hesab olurdu da, Osmanlının siyasi hakimiyyətinin altında idi. Osmanlının dini siyasəti altında değildi. Amma siyasi hakimiyyətinin altında idi. Hətta hukuki hegemonunun altında değildi. Amma siyasi hegemonunun altındaydı. İndi bu Osmanlı'nın eyaletlərindən biridir. Şu Birinci Dünya Savaşı'ndan sonra İngilizistan yıxdı. Avropa, Məsihiyyət dünyası. Deməyək İngilizistan, çünki İngilizistan bir güc değildi Osmanlı'nın qabağında. Osmanlı'nın qarşısında Məsihiyyət dünyası var idi.
Bu Məsihiyyət dünyası Osmanlını yıxdı, 45 məmləkət çıxartdı, biri İran, biri Türkiyə. Yaratdılar, bunları yaratdılar və öz adamlarına verdilər. İdarəsi. Özləri etimad elədikləri adamlara verdilər. Ərz edim xidmətinizə ki, beləliklə gəldi. O məqtədə, yəni 1-ci Dünya Savaşında İngilistan Osmanlı ilə çox yerdə qonşudu. Amma bu Osmanlının bir parçası ki, Qacar alı ailəsi, Qacar Türk ailəsi orada hakim idilər o bölgəyə. O bölgə bu günləri İran adlanır. O zaman Məmaliki Məhruse Qacardı. Cəlibdir, bu günləri bir dostumuz Təbrizdə gedibdi, Təbriz Cuma məscidindən bir dana yazının şəklini qoyubdu. Mən onu çox sevdim. Özünə də tapdım, mesaj buraxdım ki, onu oxusun əslən, o tabloyu, ya da onun kəlməsindən bir əks film götürsün. Çünki nəzərimə gəldi türkcədir və çox sevdim onu. Mən buradan əks almışam onun üzündən, amma bu əksi kamil oxuya bilmirəm. Cəlibdir ki, orada Qacar bu tabloyu Osmanlı deyirəm, Səfəvi padişahı Təhmasib şah yazıbdır. Əgər iştibah eləməsəm bilmirəm, bu birinci Təhmasibdir, ikinci Təhmasibdir, onu bilmirəm. Amma bu Təhmasib hər halda belə bir tablo yazıbdır. Nəzərimə gəlir ki, ikinci tablodur, yazıblar Təbrizin Cümə məscidində vurublar divara. Bu nəzərimə gəlir türkcədir. Və burada məmləkətlərdən danışır. Səfəvi dövrəsində məmləkətlərdən danışır və Azərbaycan adlı bir məmləkətdən danışır. Bunun yanında tək Azərbaycandan danışmır. Deyir ki, məsələn, mən əlbəttə burada dedim, oxuya bilmirəm dostlar. Belə bir mətn idi, görürsünüz. Bunu mən filmdən əksini salmışam, amma oxumaq olmur. Çünki biraz uzaqdadır. Çalışıram ki, məsələn, yazıbdır. Məsələn, Xorasanı oxuram. Amma bunu kamil görəmirəm. Kaş kamil görə biləm, bunu oxuyam. Məmalik Məhruse Azərbaycan, Əraq, Fars, Xorasan, Şirvan, Gilan. Diqqət buyurursunuz. Burada məsələn yoxdur. Gərək bunun mətninə baxaq. Görək ki, nədir? Belə bir məmləkət qurulubdur. Hər halda Təhmasib, birinci Təhmasib olsa, ikinci Təhmasib olsa, hər kəs olur olsun. Şah İsmail'dan sonra bir dana yazılı ya yazılmamış şeyə keçdi Səfəvi dövləti, ondan bu günə qədər, yəni Osmanlının qurtuluşuna qədər, yıxılışına qədər bu Səfəvi dövləti, sonra da o birislərin hamısı getdilər Osmanlının bayrağı altına, siyasi bayraq altına. Çünki dedim, hüquqi bayraq yoxdur. Ya məsələn dil bayrağı yoxdur, din bayrağı yoxdur. Bunların altına geçmir. Yəni heç məmləkət aparmır Osmanlı. İstemar deyil. İstemar deyil. Hətta işğal da işğal hesab olunur. Çünki bir millətə gəl işğal edirsən, onun dili ilə, dini ilə, iqtisadi ilə, ekonomisi ilə, qanunu ilə heç birinin ilgin yoxdur, qoyursan azad olasına, bu işğal da hesab olunur məncə. Sadəcə deyirsən ki, sən mənə maliyyət verəcəksən. Hər halda bu olur, bir dənə federal ya 45 dənə məmləkət çıxıbdır. Bu 45 məmləkət indi Qacar Məmaliki Məhrusəsinin ələ alanda görürük ki, Qacarda bir dənə bölgə var, yəni məmləkət var. Məmləkətə Azərbaycan, məmləkətə Ərəbistan. Ərəbistan adlı məmləkət bu günlər Əl-Əhvazdır. Əl-Əhvaz məmləkətində görürük ki, Qacarın sonlarına qədər görürük ki, Əl-Əhvaz özü imaratdır, yəni dövlətlərdir, müstəqil dövlətlərdir, federal dövlətlərdir. Baxın, yəni Məmaliki Məhruse özü bir komplədir, bir mürəkkəb dövlətdir, dövlətcikdir. Bu dövlətcikin qanadı altında məsələn Azərbaycan dövləti var, məmləkəti var,
Ərəbistan məmləkəti var, nə bilim filan məmləkətlər var. İndi bunların içində yenidən, bunun içində məsələn deyək, Azərbaycan məmləkətində deyək ki, şey də var. Məsələn, Gürcüstan da var. Bilmirəm Gürcüstan, Azərbaycan yox, misal vururam. Çünki bir məqtələrdə Gürcüstan buranın üstündədir. Bugünkü Ermənistan var. Bugünkü Ermənistan o məqtələrdə bilmirəm var ya yox. Yəni siyasi olaraq qətlən yoxdur. Çünki 1-ci Dünya Savaşından sonra düzəlib Ermənistan. Ondan öncə yoxdur. Amma üçün tarixçi deyiləm, onlara çox girişə bilmirəm. Bir yol. Görürük ki, məmali məhrusənin içində Qacar məmləkətləri, hərasət olunmuş məmləkətlərin içində Əl-Əhvazı nümunə götürərək, çünki bunu mən son zamanlarda oxudum biraz. Görürük ki, onun özü iki dana mürəkkəb federaldan düzəlir. Bir xəmsə, özü bir ildir. Yəni bir ildir, üzr bir məmləkətdir neçə dövlət ilə. Xəmsədir, yəni 5 dana orada olan etnicity, indi burada deyirlər. Bizim o bölgədə ırq, qəbilə, tayfa, el, bunların hansısı gəlir onların işlərini bilməm. Fikrim el yapyaqçısıdır. Bu 5 dana elə deyirlər xəmsə, bir dana da İmarat-ı Ərəbi var. Mühəmmərə üstündə. Paytaxtı Mühəmmərədir. Mühəmmərə özü imaratdır. Yəni, neçə dənə əmirlər var, hər kəsin öz torpağının əmiridir. Aleykümselam əziz və hörmətli dostum. Hər kəsin öz torpağının əmiridir, amma bir dənə federal düzəldirlər, onun başında dubarə bir dənə hakim tikirlər. Ya güclü hakim özü başdadır, amma o kiçik hakimləri öldürmür, aradan aparmır ki, hamının gücünü yıxsın, desin, fəqət mən güclüyüm. Yox, deyir ki, bu qəbilələr, bu tayfalar, bu ellər hamısı hər kəsin öz torpağında öz hakimiyyəti olsun, gəlsinlər. Üstdə də bir dana hakimiyyət, siyasi hakimiyyət olsun. Bu siyasi hakimiyyət bu günlər federal deyilir dostlar buna. Burada Amerikada, Kanadada, Avropada buna federal deyirlər. Amma siz indi baxın buna görün ki, o federal özünün içində bir federal var. Yəni bir dana siz fərz eləyin ki, Osmanlını görün. Bunun içində 44 dana deyin məmləkət var, 45 dana məmləkət var. Bu 45 məmləkətin hamısı federal şəklində başda xəlifə olaraq, İslam xəlifəsi olaraq ki, bizim ən böyük, türklərin ən böyük gücü idi və biz bunu İslamdan qaçaraq əldən verdik. Yəni bəzi dostlar bu günləri türklər xüsusən deyirlər ki, biz türklüğümüz İslamlığın üstünədir. Əslində o əsli gücü əldən verirlər. Biz əgər bir gün gələk bura deyək ki, biz xilafət bizim əlimizdə idi və yenidən İslam xilafəti bizim əlimizə getməlidir. Və bu gün xilafəti quraq. O gün ki xilafəti qurduq, İslam dünyasında bizim sözümüz geçəcək. Xameneyi kimi yox ha. Xameneyi kəs qəbul eləmir. Nə xilafətdir, nə bir şeydir. O özün vəli fəqih bilir, o başqa bir şey. Amma xilafət başqa bir şeydir. Xilafət bir Həzrəti Rəsuldan bu günə gələn bir şeydir. Ağır bir siyasi, dini, nizami, mali, hukuki bir sistemdir. Çox ağır bir sistemdir. Və dostlar, bizlərin beynimiz o qəti yıxanıbdır ki, biz tariximizi tərsə düşünmüşük. Çünki tərsə düşünməsəydik, təslim olmazdıq. Tərsə düşündüyümüz üçün təslim olmuşuq. Düşmənlər, onlar ki, savaşda müvəffəq olublar, piruz olublar, fars dedikləri kimi, zəfəri qazanıblar, ərəb dedikləri kimi, bizlər desək qazanıblar savaşı türkcə, onlar tarixi yazırlar, onlar qanunu yazırlar, onlar siyasəti yazırlar, hər şey yazırlar. Sənə deyirlər ki, bu kanalı açdım, sən burada üzəcəksən, sən də burada üzəcəksən, sən də burada üzəcəksən. Hərənin özünə bir kanal açır, hərənin özünə bir arx açır, deyirsən bu arxla get. Sən də bu arxla get, sən də bu arxla get. Biz belə bir duruma gəlib çıxmışıq, çünki şikəst yemişik. Vəli ən böyük gücümüz nə idi? Türklərin deyirəm, Azərbaycanlıların demirəm. Türklərin ən böyük gücü xilafət gücü idi. Bu günləri, həman gücü bu günləri Məsihiyyət gücün birləndirir, Yahudiyyət gücün birləndirir. Yahudilər güclü millət deyirlər mali cəhətdən. Fikir eləmin ki, dünyanın pulu onlardadır. Yox,
Fikir eləməyin ki, Məsihlilərdədir. Yox. Onların liderliğindadır. Dini, siyasi, hukuki, milli liderlikdə ki, hakimiyyətdən qıraqdadır əslində. Siyasi hakimiyyətdən, ordu hakimiyyətindən, dil hakimiyyət, bunlardan, hətta hukuk hakimiyyətindən qıraqda bir hakimiyyətdir. Dövlətlər insanlara zorla hökumət edirlər. Dostlar, diqqət buyurun, dövlət ilə millətin fərqini burada istəyirəm deyəm. Dövlətlər millətlərə zorla hökm edirlər və zorlarına görə torpaqları bölürlər, sərhəd çəkirlər. Amma millət dediğin Azərbaycan milləti ikiyə bölünüb, üçə bölünüb, dördə bölünüb, beşə bölünüb. Fikir edirəm ki, Gürcüstanla Rusiyyədəkini hesablasaq, ən azı dördə bölünübdür. Türkiyədəkini hesablasaq, beşə bölünüb. Azərbaycan türklüyü beşə bölünübdür. Türk dünyası Allah bilir neçəyə bölünübdür. Mən bilmirəm, mənim savadım yetişmir. Oxumamışam. Günahı məndədir. Ki, çalışmıram bu qaranlıq olan yerləri aydın elərəm. Bu mənim gücümdür. O qədər qaranlıq yer var ki, adam hangi tərəfdən yapışır, o birisi tərəf qalır. Ömrümüzü çürüdüblər farsçılıq, İrançılıqda. Çox şeylər qaranlıqdır bizə indi. Hər halda bizim belə bir gücümüz var idi türklərin əlində ki, millət idi. Nə cür? Dedim, Azərbaycanı misal vurdum. İndi siz bunu görün ki, tək Azərbaycan deyil ki, bunun yanında İslam dünyasına da siz hökm eləyə bilirsiniz. Türk dünyasına və İslam dünyasına da hökm eləyə bilirsiniz. Burada 2 milyard insanın ürəyi bağlıdır Məkkəyə, müsəlmanlar. 2 milyard insanın ürəyi Məkkəyə bağlıdır, amma xəlifəyə bağlıdır. Gücü görün. İndi Yahudilərin mali gücü toplanır o xaxamın əlinə, Məsihlilərin gücü toplanır papın əlinə, fərq eləməz ruslu olsun, haralı olur olsun, sonunda Məsihidirlər. Yəni, ən sonuna gedəndən sonra Məsihi dünyasının gücüdür. Məsihi dünyası din anlamında bir millətdir. Dini millətdir, din əsaslı millətdir. Və 2000 ildir, 2000 neçə yüz ildir davam tapır. 2024'də yox da, davam tapır. İslam 1450 ildir davam tapır. 50 neçə ildir qəməri ilinə, şəmsi ilinə 1403-cü ildir yox. Davam tapır. Marksizm 100 ildə dağıldı getdi. Din olmadı, millət olmadı. Çalışdı bir millət qura, torpaqları işğal eləyə qura. O İranlar deyirlər, biz zorla müsəlman olmuşuz. Zorla müsəlman olsaydılar tez dəyişərdi. Necə olar ki, zorla Marksist oldular, Leninist oldular, Stalinist oldular, filan oldular. Elə zor gedən kimi də qeydlər yerlərinə. Bounce back. Hər kəsən hop buldu dalıya öz yerinə. Bu, dostlar, İslam millətinin gücü xəlafətin əlindən çıxdı. Yəni millətlikdən çıxdı. Məsihiyyət millət qaldı. Yahudiyyət millət qaldı. Hətta Çinlilər millət qaldılar. Amma Hindilər də millət qaldılar. Amma müsəlmanlar millət çıxsan çıxdılar. Adını da qoydular moderniyyət, mədəniyyət, postmodernizm hətta adlarını qoydular. Nə var? Biz kiçik heç yerə bağlı olmadan, bir gücümüz olmadan bir iqtisadi gücük. Bugün səhər hər yeri də istəsələr mənafeyi gətirsə, gətirər oranı bombardıman edər, yıxar aradan aparır. Libiya aradan getdi, Suriya aradan getdi, Əraq aradan getdi, Kuveyt aradan getdi, ora getdi, bura getdi. İranda sabah bir gün vuracaqlar. Aradan gedəcək. Çünki başda bir güc yoxdur. Başda bir güclü güc yoxdur ki, Məsihiyyət dünyasının qabağında milləti yığa bir yerə. Dedim, dövlət ilə milləti mən burada ayırdım, dostlar. Gördünüz də ki, nə böyüklükdə olur. Bir Məsihiyyət dünyasından danışıq ki, Amerika qarrəsini tutur, Afrika qarrəsində də çox yerlərdə hakimdir, Asiya qarrəsində də bir çox yerlərdə hakimdir, Rusiya da ki, Asiyadandır. Orada hakimdir, Avustraliya da hakimdir.
Məsihiyyət dünyası. Yahudiyyət dünyası bir 10 milyon insanın dünyasıdır. Amma bu Yahudiyyət dünyası bir millətdir. Bunun dövləti yoxdur. Yahudiyyət dünyasının dövləti yoxdur. İsrail Yahudiyyət dünyasının dövləti deyil. İsrail bir kiçik torpaqlarda ki zorla alıblar, Ərəbləri öldürüblər, orada bir dövlət qurmağa çalışırlar. Amma Yahudilərin bir çoxu dünyada dağılıblar. Amma Yahudilərin bir mərkəzi var, düşüncə, fikir, din mərkəzi var. Ora deyək ki, xaxamların hakimiyyətindədir. Xaxamların şeylə o pullar yığışır, güc olur. Məsihiyyət dünyasında bir pap vardı. Məsələn, deyək, Məsihiyyət dünyası 100 məmləkətdir. Beləsi bir fərz qoyaq, deyək ki, 1000 dana məmləkət var ki, Məsihidir. Bu Məsihi 100 dana məmləkətdir ki, bir-birinin qabağında hətta savaşa da girə bilərlər. Amma bunlar din olaraq bir millətdirlər və bir gücdürlər, o da papın əlindədir. Pap istərsə o güc belə olar, bu güc belə olar. Bunu zahirdə elə yumuşaldıqlar ki, adam deyir, papın gücü yoxdur. Adamlar inanmışlar, biz inanmışıq ki, İngilistan mələkəsinin gücü yoxdur. Amma gəl gör ki, İngilistan mələkəsinin hərəmində, hərəm deyirəm, qax deməyin. O zaman ki, qax dediniz, hərəmdən çıxır. Hərəmin bir anlamı var, qaxın bir anlamı var. Qax deyəndə siz deyirsiniz, orada olan adamlar, məsələn, şahın arvadıdır. Amma hərəm deyəndə, deyirsiniz ki, orada olan adamlar şahın işçiləridirlər. Hərəm ilə qaxın bu fərqi var. Qaxa hər adam girə bilər, hər adam çıxa bilər. Amma hərəmə haram da hər adam girə, haram da hər adam çıxa. Ora girən daha öz ailəsi ilə alver eləyə bilmir, çünki casusa çevirilər. O gündən ki, Səfəvi ailəsindən bu üzə xaricilər girdilər hərəmə, o gündən ki, Osmanlıyan hərəminə xaricilər girdilər, Türkçədə buna deyirlər devrişmələr. Yəni, onlar ki, dinləri ayrı bir din idi, məsləhət üçün çevirmişlər, olmuşlar müsəlman. Hətta türk danışırdılar, özlərini türk tanıtdırırdılar. Bunlar nə oldular? Gəldilər və Osmanlını yıxdılar. Çünki casusa çevrildilər. Amma hərəmdə bu cür deyil. O cürəcən ki, Osmanlı icazə vermirdi hərəmə hər adam girsin və hər adam çıxsın. O cürəcən çox düzlüydü. Çünki sırların saxlırdılar. Amma o gündən ki, hərəmə hər adam ayağın bastı, girdi, hər zaman istədi, hər zaman çıxdı, o gündən Osmanlı İmparatorluğu yıxıldı. Casuslar girdilər, framasonlar girdilər və hakimiyyəti aradan apardılar. Osmanlı ilə savaşa bilməzdi Məsihiyyət dünyası. Çünki İslam dünyası ilə gərək savaşa girirdi. Amma bu günlər hangi məmləkətindən girsə, girər savaşa. Amerikada girər. Amma girə bilməzdi. Fikir edin ki, məsələn, Çin ilə Amerika bugün savaşa girməz. Əsl Məsihiyyət dünyası bugün Çin ilə savaşa girə bilməz. Çünki Çin bir dənə çox cəmiyyəti var. Deyək ki, tökülün gedin, məsələn, bu məmləkətlərə. 2 ilin içində əgər Çin onları biraz insanlarına desə ki, bir 500 milyon oradan köçsün bu Avropa yıxılar. Amerika yıxılar. Yəni, kafir için məsələn imkanı bu qədər. İslam və Türk İmparatorluğu da biləydi. İslam xilafəti və Türk İmparatorluğu da biləydi. Yəni, 2 milyard deməyək. O zamanın cəmiyyəti ilə, indinin cəmiyyəti ilə hududən 2 milyard müsəlman var idi. Və hamısı bunlar xəlifənin sözünə baxırdılar. Və xəlifə mali güc, hətta dövlətdən qıraqda olsaydı belə, pap kimi, xaxam kimi dövlətdən qıraqda olsaydı, o özü bir böyük gücüdür. Çox böyük gücüdür. Çox ağır bir gücüdür və biz bu gücü itirdik. İndi türklüğümüzə dayanaraq biz bu gücün həsrətində olmalıyıq. Belə bir gücü qurmaq, bu günləri niyə biz Türk dünyasını qura bilmirik? Keçən 100 ildir, hətta desək ki, Əbdülhəmid xan, böyük xaqanın, böyük Türk xaqanının dövründən bu türkçülük ideolojisi dövlət tərəfindən işə qoyuldu.
Abdülhamid xan Xaqan dövrəsindən neçə dana ideoloji yaradıldı, dövlət tərəfindən işə qoyuldu ki, bu İslam dünyasını eləyə bilsin, Məsihiyyət dünyasının qabağında gücləndirsin. Amma özlərin satmış promosonlar, İngilis məmurları bunlar eləyə bildilər ki, sonunda müvəffəq olarlar və bölələr. Hər halda bu bizim bir böyük gücümüz idi, itirdik. Bəli, devşirmələr, düzdür. Çox sağ olun. Ərz edim huzurunuza ki, biz siyasəti bilmirik. Qeydaq, sözü çox uzatdıq, bilmirəm hardan hara getdik. İrana getdik, İrandan qeyddik. İstədim deyəm ki, İranın içində özü yenə bir federaldır. Yəni, əgər desək, bugünkü elm siyasəti ilə desək, siyasət bilgisi ilə desək ki, dünyada bir konfederal var, bir federal var, əlbəttə ondan da üstü var, bir union var, birliklər, bir konfederallar var, bir federal var, bir də mərkəzi dövlətlər var. Türk dünyası konfederal və federal dövlətdir. Yəni, üstdə konfederaldır, içəridə hər federalın özü bir federaldır. Hər konfederalın üzvünün özü bir federaldır. Misal vurdum ki, şeyi də görək, inşallah Azərbaycana görə də biraz mütaliə eləsək, görürük ki, Azərbaycan, yəni bilirsiniz, dostlarımız yavaş-yavaş oradan buradan girişiblər, bu kiçik sənədləri qoyanda ortaya böyük bir şey çıxır. Umarım ki, biz eləyə bilək, bunlardan tariximizin düzəməlli çıxadaq qoyaq ortaya. İndi qeydaq şəlaq bəhsimizə dedik ki, otağımızın adını qoyduq. Düşüncə bağı mövzusu Güney Azərbaycan siyasi partilər, düşüncələri, stratejiləri, yol xəritələri, məramnamələri, istəkləri, arzuları, arman şəhərləri, bunları danışaq. Partilərlə əlaqə qurduq, dəvət elədik. Partilərin 90%-i okey dedilər. Mən qol vermişdim bu həftədən, yəni yarından sorğu-sual başlansın. Yəni canlı yayın başlansın. Amma mən sual yazmağa başladım dostlar. Ki, neçə dəlillə? 1. Siyasi məlumat bilgini düzəltmək üçün xüsusən bir canlı yayında proqram olmalıdır. Çünki yaxşı sual bilginin yarısıdır. Sualı siz tərh eləsəz, yaxşı pis. Sualı tərh eləsəz, siz sorunun, məlumatın, bilginin yarısını qoymusunuz. İndi o adam bunun tərsini ya düzün deyəcək. Ya bunun dəyişik cavab verəcək. Hər halda cavab verəcəkdir. Bir siyasi bilgi düzələcək orada. İndi mən əvvəl bir 100 dana sual tərrahlıq elədim. Göndərdim dostların bir ikisinə də. Nəzər versinlər. Onlar nəzər verincə mən bunu bir də oxudum, bir də oxudum, bir də oxudum, bir də oxudum, bir də oxudum. Hər gün oxuduğum üçün keçən 2 həftədə bu sual hər gün çoxaldı. Hətta dünənki axirin virjinin yazdım. Dedim ki, bir də oxumayacağım. Çünki oxuduqca çoxaldıram. Fikir edirəm ki, 500 sual yazmışam. Fikir edirəm. Çünki 44-45 səhifə sualdır. Və dostlar, bu günləri onu yaydım. Soru soruşur. Dostumuz soruşur ki, usta, demək olar ki, indi Türkiyədən Erdoğan-gilin təşkilatı buyurduğunuz məsələnin əhəmiyyətini anlayıblar və bu məsirdə qədəm götürürlər. Mən belə düşünmürəm. Türkiyə çox geridədir bu haqda. Yəni, mütəəssifanə İslam hakimləri, İslam adına yiyən çörək yiyənlər, baxın,
Bu günləri məni aparacaqsınız bu tərəfə dostlar, qoymayacaqsınız, mən rapor verəm. Bəli, bilirəm nə buyurursunuz. Əhəmiyyətini bildim ki, mənzurum dinin əhəmiyyətidir. Çox önəmlidir. Bizlər Türkiyənin xüsusən və özəlliklə beyinləri Məsihiyyət dünyası ilə düzəlibdir. Framasonlar Türkiyədə dünyanın hər yerindən çox azadlığa sahibdirlər və əl anda çalışırlar. Universitet ustadları və siyasət bilgi ustadları, hüquq bilgi ustadları, parlament doludur Framasonla. Türkiyədə. Bunun üçün orada türklüğü İslamçılığın qabağına qoyublar. Atatürk'ü də bəhanə eləyərək türklüğü İslamçılığın qabağına qoyublar. O halda ki, türklüklə İslamçılıq bir-birinin qarşısında durulmamalıdır, dura da bilməz. Çünki mən istəyəm müsəlmanım. Baxın, bizim dostlarımızın bir çoxu İrandan, Türkiyədən, oradan, buradan gəliblər, ya pənahəndə olublar, ya köçüblər, gəliblər Amerikaya, Kanadaya, Avropaya. Heç kəs bunları ateist deyə qəbul eləmir. Elə baxır deyir, bunun adı Məmməddir, Məmməd. Bunun adı, məsələn, Ömərdir. Bunun adı Üsmandır. Bunun adı filandır. Deyir, Qılıçdardır. Elə onu görəndə deyir ki, sən müsəlmansan. Öz-özünə siz yəni deyir ki, necə biz dedik ki, Yahudilər, məsələn, İranda indi bir iddia adam, o cümlədən Əhmədinəcadın timində olan adamlar inanırlar ki, ya onun müxalifləri inanırlar ki, Əhmədinəcadın dövlətində bir çox adamlar və indiki ayətullahlar ki var, Şurayı, Xubriqani rəhbəri də bunların bir çoxu, məclisdə olan nümayəndələrin bir çoxu, bunlar məsələn şeydirlər, Yahudidirlər. Yəni kökləri Yahudidir, amma müsəlman görünməkdə fayda var deyə təqiyyə eləyiblər, müsəlmanlaşıblar, giriblər hakimiyyətə, hakimiyyəti sumrurlar. Məsələn, bunların ən üstündə məsələn o şeydir. Neydi o hizbin adı? Cəmiyyət-i Mütəlifə İslami. Onların başçıları məsələn deyirlər ki, bunlar Yahudidir. İndi anusi Yahudi deyə bir şey var da, termi var, bir söz var, bir qavram var. Anusi Yahudiləri indi məsələn İranda çox adam yəni gündəmdədir. Məsihilər daha belə. Yəni fikir eləməyin ki, bunlar şeydir, fəqət Yahudilərdir. Məsihlər də belədir. Müsəlmanlar da belədir. Yəni bir də insanlar fəqət pənahəndə olmaq üçün özlərini deyirlər biz çox Məsih olaq. Məsih olurlar, gəlirlər bura. Ya hər nə mənə desəz, elə burada gedirlər şəxsiy gedirlər lazım olanda. Şurada da gedirlər bu Kanadanın Toronto şəhərində mən bildiyim hələ oranı bilirəm, ona görə deyirəm. Şəxsiy gedirlər. Sinə vururlar. Məscidləri, çox güclü məscidləri var. Çox güclü mənbərləri var. Mollaların çox güclü mollaları var. Yəni fikirlərin şeydir. Onun üçün Avropa deyir ki, bunlar tamam, Avropanın da ehtiyacı var. Avropanın, Amerikanın da ehtiyacı var bunlara. Deyir ki, neçə şeydən ehtiyacı var dostlar. Baxın. Bir, deyir ki, müsəlmanlar oradan köçürlər, gəlirlər. Bir nəsli burada qocalıb öləcəkdir. O elə burada özün tapıncan qocalacaq öləcək. Bu heç. İkinci nəsl beyni yıxanacaqdı mədrəsədə, danışqahda, film ilə, sinema ilə, ruznamə ilə, kitabla mənim adamım olacaqdı. Bir bu dəlil. Yəni mənim adama ehtiyacım var, o da adamdır. İkinci bu ki, mən dünyanın yemağın, içmağın, fabrikalarının hər şeyini verirəm. Mənə güc lazımdır müftə işləyən və müsəlmanlar gəlirlər burada müftə işləyirlər. Müftə deyəndə saatı 15 dolar, 20 dolar, 30 dolar iş işləyirik. Yəni burada karicərin işi budur da. Karicər hər neçə işləsə onu işləyir. Karicərdir. Karicər sərmayədar ola bilməz ki. Sərmayədarın pulu vardı, karxananı qurubdu, fabrikanı qurubdu, deyir ki, şeydir, mən burada 1000 dana adam, 5000 dana adam işləsəm, hərəsindən gündə 10 dolar qalsa, mən gündə məsələn bir belə 1000 dolar pul qazanıram. Milyon dolar pul qazan gündə. Dövlət də deyir ki, mən maliyyat alıram, güclənirəm, orduma da bunlar lazımdır, aparıram. Ərağı vuranda o ərəbləri gətirirəm ki, Əraqlı ərəbləri gətirirəm. Suriyəni vuranda Suriyəli ərəbləri gətirirəm. Libini vuranda Libri ərəbləri gətirirəm. Nə bilim, İranı vuranda İranlıları aparacağam, Farsları aparacağam. Nə bilim, filanlar Türkiyəni vursam Türkçüləri aparacağam. Bu cür şey. Yəni
Ona da düşünür, ordusunu da düşünür. Deyir ki, çünki mən onlarla savaşanda onların özlərinin adamları ilə savaşsam onları yıxa bilirəm. Bu da bir stratejidir. Dedim, pul, bir də çox ağır pul gətirir. Xüsusən İrandan ya bəzi mafiyalar falan, bəhmə bunlar ya pullular ərəb məmləkətlərindən baxmayın 4-5 pənahəndiyə ki, pulsuz gəlir. Buna milyardılar pul gəlir. Milyardılar. Və onların gücü ilə ki, o pul eləyə bilərdi. Məsələn, fərz eləyin ki, İranda, ya Ərəbistanda, ya Suriyədə, ya Misrdə, ya Kuveytdə, ya filanda bir güc yaratsın, iqtisadi güc, insanların rifahı dünyanın mərkəzinə çevrilsin. O pul gücü gəlir Amerikada bir zəif gücə çevrilir. Amma orada böyük güc ola bilərdi. Yavaş-yavaş güclənərdi, gələrdi. Bu imperializm gücünün, iqtisadi imperializmin gücünün qarşısında dura bilərdi. Amma onu qoymur. İslami güc belə bir güc ola bilərdi. Mən fikir edirəm ki, Türkiyədə buna qarşıdırlar. Neçə dəlilə qarşıdırlar. Bir sekularizm, bir də din zidliği, bir də aşırı türkçülük falan, bunlar bir-birinin qarşısında olubdur. Türklüğü kiçiklədir. Türklüğün milli mənafeyini kiçiklədir. Ha, indi biz deyirik Türk dünyası bir olsun. Tamam, Türk dünyası bir olsun. 300 milyon cəmiyyət, amma 2 milyard hara, 300 milyon hala. Yəni siz bir var ki, 2 milyardı birlədəsiz, bir güc eləyəsiz, Məsihiyyət kimi. Bir də var ki, gələsiz, məsələn, 300 milyonu birlədəsiz. Hələ filan 300 milyonu da qoymaz Avropa. Əgər Avropa, Amerika bilə ki, Erdoğan mütməyin olaraq ki, Erdoğan istəyir xilafət yarada ki, Erdoğan da Allah uzun ömür versin inşallah. Mənim o kişiyə çox nə deyirlər, umudum var inşallah ki, eləyə bilsin, bir işlər görsün. Xüsusən həddəqəl İslam dünyasında Türkiyə ayaq üstə dura bilsə, durmayıb ha dostlar. İnanmayın ki, Türkiyə hələ ayaq üstə durub. Yox. Türkiyənin tamam ipləri Avropa, Amerikanın əlindədir. Tamam ipləri. Yəni, çəksələr yıxarlar. Bir gecədə yıxarlar. Necə ki, istədilər koditeliyələr yıxarlar. Hər halda bir şey Erdoğan cənabları və onun timi eləyə bilirlər, biraz davam gətirər. Milləti çəkilər xiyabana. Yoxsa tək özlərinə qalsaydı yıxılardılar. Yəni, kodeta hətmən olardı. Çünki onlar dəfə Türkiyədə Amerikalılar, İngilislər, Məsihiyyət dünyası kodete eləyiblər. Yüzlər alimi, yüzlər generalı, yüzlər siyasi adamı aradan aparıblar. Kodetalarla. Yəni, Türkiyənin bir illəti ki, fəqir qalıbdır bir uzun zamanlar. Budur ki, hey kodeta elirlər, üstə gələn qaymaqları, roşənfikri, ziyalı düşüncə, ağılları, siyasi təcrübələri öldürürlər. Bu siyasi təcrübə aradan gedirdi, o birisi siyasi təcrübə. O birisi siyasi təcrübə. Hamısı nəsl qırıldılar. Erdoğanın təhcə ibtikarı bu oldu ki, kodetanı görəndə eləyə bildi qabağında dayansın. Yoxsa bir nəsl qırılacaqdı. Çünki Türkiyədə bir nəsl yetişmişdi. Yetişibdi. O nəsli qırsalar, Türkiyə yenə qeydər. 1960, 50, 70-ə bunlara qeydər. Yəni, 50-dən bu üzə. 50, 60, 70, 80, 90-a qeydər. Kodeta dövrələrinə, bədbəxtçılıq dövrələrinə qeydər. Amma Türkiyə o İslam birliğini hələ feylər. Hətta Türk birliği də ciddi deyil. Məncə. Məncə Türk birliği hələ ciddi deyil. Çalışır. Yəni çalışırlar ki, ekonomik olaraq, yəni mənə gəlir ki, Avropanın birləşmək sistemin götürüblər. Onun üzü ilə edirlər, gedirlər qabağa. Nədir? O da budur ki, məsələn, ekonomi, iqtisad olaraq, pul və sərvət olaraq Türk dünyasını bağlasınlar bir-birinə. Əgər bu işdə müvəffəq olalar ki, bir çox sahədə ekonomini bağlayırlar, məsələn, bahlar birləşə, pul birləşə, gümrük birləşə, ondan sonra məsələn səbdilər, ya nə mənə səbdi, məsələn ad səbdi, yer alıb satmaq səbdi, bunların noter deyirlər, noterlik bir ola. Türkiyədə noterlik deyirlər, İranda səbd deyirlər, səbd əhval, səbd əsnad.
əmlak. Əgər bunlar birləşələr, bir mərkəzli olar. Ondan sonra məsələn ordular birləşələr. Ondan sonra məsələn bir dənə məclis, üst məclis qurular. Hər dövlətin öz məclisi qala, amma bir də onda üst məclis qurular. O məclis qurulmayınca hələ mən inanmıram ki, o məclis qurulandan sonra başbakan, bir dənə federal başbakan, ya konfederal başbakan, ya birlik başbakanı, Türk Birliyi başbakanı, ya Türk Məmləkətlər Birliyinin başbakanı oradan çıxar, onda o güc olar. O da dedim, o da İslam deyil hələ. O da sadəcə Türk olar. İndi ondan sonra biz bu ərəbləri nə cür yığaq bir yerə, bu özü bir dərin siyasi və böyük iqtisadi güc istəyir. Çünki insanlar bunu Oğuz bəyin bəhslərində, o düşüncə bəhslərində bunu bəhs edirik. Burada çox ona girişməyəcəm. O da budur ki, dövlətlər, gücsüz dövlətlər, güclü dövlətlərin kölgəsində qalarlar. Niyə bu günləri hamı Amerikaya yaxınlaşır? Çünki Amerika ən güclüdür. 30 ildən sonra hamı Çinə yaxınlaşacaq. Niyə? Çin ən güclüləşir. İndi əgər İslam dünyasında bir güclü ola bilər ki, Amerikanın və Çinin qabağında dura bilər, əlbəttə məsələn Çinin qabağında durmaq bu rahatlıqda deyil. Çünki ərz elədim 2 milyar cəmiyyəti olacaqdı 10-15 ildən sonra. Bu 2 milyar cəmiyyətin qabağında məsələn 300 milyon dura bilməz Türk dünyası. Durmaq da istəməz. Çünki bir dana fil ilə fərz buyurun ki, bir dana məsələn ceyran savaşa bilməz. Bir dana qoç savaşa bilməz. Qoç nə qədər də güclü olsa biləxərə fil-fildir da. Yəni onun bir 2 milyar cəmiyyət gücü var. Bizim də 300 milyon. Yəni bunun o neçə qat bizcəndir, yekədir. 300'ü 200 orada olsa 8 qat, 7 qat. 7 qat bizdən güclüdür. Yəni dedim, bir dana ceyranı qoysaz bir dana filin qabağına, o cür bir vəziyyətə düşər. Onun üçün Türk dünyasında, əgər Türk dünyası ekonomi olaraq bir böyük gücə ki, dünyada məsələn Avropa kimi, bugünkü Avropa var ha, o gücə biz çataq, o cür bir güc olaq Amerikanın, Çinin qarşısında, o gün ərəb məmləkətlər özlərin Avropaya yox, Məsihiyyət dünyasına yox, Çinə yox, bu Türk, bu iqtisadi, ekonomi mərkəzi. Çünki dedim, hər kəsən ekonomi gücə yaxınlaşmağı gedər. Nizami, ordu, əskəri gücə yaxınlaşmağı gedər. Çünki istər oradan həm zərər gəlməsin, həm də oradan himayətlər qazansın. Bu da bizə o cəhətdən eləyə bilirik. Bəlkə İslam dünyasını bir yerə toplandıraq, yenə də ərəblər və türklər bu məntəqə. Çünki İslam dünyası dediyimizdə iki millət orada şeydir, güclü millətdir. Torpaq da olaraq bu Asiya və Xavərmiyanədə, Asiyanın heç olmasa deyək, Asiyada, məsələn Güney Asiya. Güney Asiyada, hətta Orta Asiya, Güney Asiya və Orta Asiyada, hətta Batı Asiyada desək, Afrikada və Avropanın bir çox yerlərində müsəlmanlar torpaq olaraq da çoxluqdadırlar. İndi siz fikir edin ki, Amerikada da bir onlar milyon müsəlman var. Və əgər bizim bir xilafətimiz olsa, dostlar, İslami xilafət olsa, çox böyük güc olur. Yəni, diqqət eləyin, görün ki, indi mən demirəm, da buradan bu üzəsini getməyib. Çünki fikir edirəm ki, dostlar özləri diqqət eləsələr, görərlər ki, nə böyük bir əzəmətli bir şey yarada bilərik gələcəkdə. Bunu da gərək bizim balalarımız, nəvələrimiz, nəticələrimiz bunu düşünələr yaradırlar. Məncə İslamdan uzaq düşmağımız bizə zərər elər. Çünki ideolojisiz bir millət yaşaya bilməz. Dostlar, mən buna inanırım. İdeolojisiz, Amerika ideoloji yaradıbdır. Yalan doğru bir ideoloji yaradıbdır. O ideolojiyə təşkilat yaradıbdır. Baxın, bir dənə ideoloji yaradıb, liberalizm və bir də materializm əsasında liberalizm yaradıbdır. Ekonomik olaraq da, düşüncə olaraq da bunu yaradıbdır. Gətiribdir, buna siyasi sistem tərif edibdir.
Sazıman-ı Milal tərif edibdi, Hüquqi Bəşər tərif edibdi, Sazıman-ı Miləlin mərkəzini tərif edibdi, Beynəlmiləl Bank tərif edibdi, Beynəlmiləl UNESCO-nu tərif edib filan. Yəni bunların əsasında, amma görürsünüz ki, bunlar ola orada uşaqları öldürürlər Qəzzədə. 18 min uşaq az deyil dostlar. Yəni ya 100 minə yaxın ölü, 38 min, 39 min ölü, 100 minə yaxın ölü və yaralı. 2 milyona yaxın qaçqın. Amma bu hüquqi bəşər mərkəzi, bu demokrasi mərkəzi, bu insaniyyət mərkəzi, bu Sazıman-ı Miləlin mərkəzi, bu Divan-ı Lahənin nəmənəsi, bu Qanun-u Beynəlmiləlin mərkəzi, bu uşaq hüququnun, qadın hüququnun, nə bilim, azadlığın, bunların hamısının mərkəzi hüsatdır. İdeolojidir. O bir ideolojidir. Bunu görə sizi toğlasın və bizi toğladı. Biz o ideolojiyə inandıq. O demokrasiyə, o azadlığa, o dinsizliğe, o dinsizlikdən çıxmağa, dininlə qarşı da gəldik. Bizə dedilər, böyük gətir, getdik, baş gətirdik. Bizim də, mən bunu məqalələrimdə yazdım, bizim içimizdə olan, müsəlmanların içində olan xain liderlər, framason liderlər, cinayətkar liderlər də bu fürsətdən istifadə elədilər, görsədilər ki, yəni əslində o tarixçi qəşəng dedi ki, yəni tarixçi demədi, o şeyin serialında mən bunu eşitdim, dizisində, o Paytaxt Əbdülhəmid. Orada bir gözəl söz var, deyir ki, ordunun, Suriyenin və Ərağın, əgər iştibah eləməsən, ya da ki, Ərəbistanın. İştibah məndəndir. Deyir ki, bunların şahları İngilizistan şahının, yəni mələkənin əqrəbasıdır. Məsələn, fikrin ki, məsələn deyirəm, bacısı uşaqlardır məsələn, nə bilim, qardaşı uşaq, belə bir şey, yəni bu qədər. Çox ailəsidir. Belə bir xainləri bizə başımızın üstünə qoydular. Bunlar ikisi bir qeydçinin iki qoludur. Bir xaricilər, bir də içəridən xarici görsənləyən xainlər, düşmənlər ki, xaricidirlər. Bunlar ikisi müsəlmanları qırıb, dindən zədə eləmək, dindən qaçırtmaq, məmləkətdən qaçırtmaq. Mən dünən dostların birindən danışırdıq, Ərəb dostumuzdan danışırdım, dün İsrağa gün. Orada bu sözü dedim, mənim özümə də cəlib gəldi. Dostlar, unuttum, çox üzr istəyirəm. Bizə hər halda həm içəridən, həm eşikdən başımızı kəsdilər. Aha, o yadıma düşdü. İran dövləti, o xain liderlər ki var üstə, fikir eləmir ki, Riza Şahının, Xameneyinin fərqi var. Hər kəs bu fərqə inansa ahmaqdır. İkisi bir şeydir. Fəqət birinin başında əmmamə var, birinin başında yox. Biri sərbaz paltarı geymişi, biri malla paltarı geymişi. Fərqi budur. Riza Şah ömründə sərbaz paltarını çıxartmadı. Çünki ona demişlər, sən sərbaz qalacaqsan. Buna da deyirlər, sən malla qalacaqsan, malla paltarını çıxartmır. Sən malla qalacaqsan. Ya biraz onunla toğlayaq. İnsanlar gücü orduda görürdülər. Biraz da indi molla ilə sonra Çin dində gücü görürdülər. Amma vəsətdə nə edək? Millətin başını kəsək. Milləti neçə cürə qətliam elədilər dostlar. Bir bu ki, İran-Əraq savaşını ortaya saldılar, öldürdülər. Cavanlar ki, dərs oxumuşlar, yetişmişlər, siyasəti yavaş-yavaş anlırdılar, yavaş-yavaş sosialist, marksizm, leninizm, nə bilim, kapitalizm, sərmayədari falan, bunlar oxurdular, bunları düşünürdülər, dünya sistemini düşünürlər, bunların hamısı göndərdilər Əraq savaşında. Bir nəsl getdi. Bir 10-15 ilin içində, 8 ilin içində bir nəsl qalxırdı. Bunları da edam elədilər. Sonra başladı, gene də biraz gəlsin, bunlardakı çıxırlar xiyabına, bunlarda. İndi bir nə elədilər, bir də gəldilər, təhcir elədilər. Yəni, məcbur elədilər ki, insanlar vətənlərindən qaçsınlar. Məsələn, mənə tay insanlar, biz oradan qaçmışıq.
Biz oranın zəhmət çörəyin yemişdik, zəhmətin çəkmişdik, millətin dərdini bilirdik, yol tapırdıq, yol axtarırdıq, mübarizə edirdik, savaşırdıq. Amma biz dövlətin qabağında bir güc idik. Ya bizi gərək öldürəydi, ya da bir dana ayrı siyasət götürdü. Elə mən hamını öldürməyim ki, sabah qətlanma müttəhəm olub. Gəlim deyim ki, bir imkan, bir vəziyyət yaradım, bir durum yaradım ki, bu vətəndən qaçsın. Biz vətəndən qaçsın. Aleyküm salam əziz dostum. Biz vətəndən bizlər, milyonlar, 10 milyon adam İrandan qaçıbdı. 10 milyon. Buranın ərəblərin, düşünürləri, bəluçların, türkçəmənlərin, qəşqailərin, lorların, cirləklərin, mazənilərin, Azərbaycanlıların, kürdlərin hamısının o yetişmiş nəsli, ağıllı nəsli, düşünürlərsə qaçmışlar. Nə olubdu? Vətən boşdur. Vətən qalıb olaraq. Bu da qətliamdır. Amma bu eləyiblər. Bu den Gates'i de, hemen o Gates'in dedim ki, hain liderler, düşmenden olan hain liderler ki, düşmən yox, dost paltarı giyiblər, bizə xidmət edirlər. Bunlar bir tərəfdən Gates'ini sıxırlar, bir tərəfdən də bu şeylər sıxırlar. Biz oradan məmləkətdən qaçırıq, gəlirik, sərmayəmizi, fikrimizi, düşüncəmizi burada qoyuruq. Qolumuzun gücün. Orada məsələn bir dənə karxanada gedib işləsəydim, bir dənə çax yaratsaydım, orada bir mənfəəti olardı. Baxın dostlar, milli sərmayədar çox mühümdür. Dostların bir çoxu sərmayədarı ilə müxalifdir. Mən də ifrati sərmayədarlığının ki, bugün İranda vardı, qarət sərmayədarısı. O sərmayədar, o qarətdir, oğurluqdur, qarətdir. Sərmayədarı məsələn İngilistanda, Suisdə, Sueddə, Fransada, Almanda, Norveçdə, Hollandada, Kanadada olan sərmayədar, Amerikada olan sərmayədar ya sərmayədar deyir. Yəni bunlar da sərmayədar. İranda sərmayədar. İranda belə burada bu cür sərmayədar yoxdur ki, İranda var. Məsələn burada bancın nuzulu indiki bahaladıqlar 6'dır. İranda 30. Bu harası bilsən, hangi sərmayedarıdır? Burada deyir ki, bir dana insan gərək istəyir bir evi icarə eləsin, evin icarə pulunun 3 qatı gəliri olmalıdır. Yəni bu dövlət, bu sistem elə eləməlidir ki, siz onun 3 qatı gəliriniz olmalıdır. Əgər bir evi tutursunuz 3000 dolara, gərək 3000 dolar sizin gəliriniz olur. Əlbəttə bu dəyib bir-birinə. Keçən Covid-dən bu üzə bu dəyib bir-birinə. Amma bu buranın siyasəti də deyir, bu adam gərək birini şey eləyə, kirayəsinə verə, birini də yemək-içməyinə verə, birini də dolanmağına, evinin xərcinə, ayrısına verə. Yəni yemək-içməkdən sonra bir də ayrı xərclər var. Maşını var, biyməsi var, nəyi var, nəyi var, nəyi var. Bunlara verə. Yəni belə bir sistem qurdular ki, birini yesin, birin evinin kirayəsinə versin, birini də evinin vəsailinə, biyməsinə, filanına versin bu adam. Belə bir şey, sistem. Belə bir sistem qurmuşlar. İranda belə sistem yoxdur. Bunun üçün milli sərmayədar məncə çox önəmlidir. Milli sərmayədar nədir olacaq dostlar? Gələcək deyəcək ki, məsələn mən Təbrizdə olacaqdım, gedəcəkdim bir dənə fabrikada işləyəcəkdim. Fabrikada azdan çoxdan mən də keçinəcəkdim. O fabrika güclənəcəkdi. Gedəcəkdi bir ayrısını açsın, bir ayrısını açsın, bir ayrısını açsın, bancı açsın, plan açsın. Buradan bu millətin içində bir güclü sərmayələr qalxsın. Bu sərmayələr həm bu milləti, çünki sərmayə güclü olsa dövlətin qabağında dayana bilər. Dövlət diktator ola bilməz. Dövləti kontrol edən sərmayədir. Dövlət niyə diktator olur? Deyir ki, tamam sərmayələr toplamışam əlimə. O zaman ki, tamam gücləri topladı əlinə, hamı millət baxdı onun əlinə, deyir onu da, mən güc mənəm, istərəm işlədərəm, istərəm dava sallam, istərəm məclis qururam, istərəm deyilməmərəm. Amma o zaman ki, baxdı sərmayənin əlinə, deyir, burada 50 nəfər var ki, sərmayələri var, deyir, mənim sərmayəmi xətərə salanmasın. Amma milləti kim hesaba salır? Dünyanın heç yerində millət hesaba salmaz. Qərar yaxa, dünyanın heç yerində adam hesab olmaz. O demokrasinin şüarlarını ötürür. Demokrasi şüarlarını ötürür. İranda da diktator şüarlarını ötürür. Onların hamısı diktatordur. Onlardan danışmırıq. Yəni demirəm ki, İran paçdır. İstəmirəm. İran o dünyanın ən kifir sistemi İrandadır. Həm insanlıq olaraq, həm düşüncə olaraq, həm fəlsəfə olaraq, həm iqtisad olaraq, həm insani rabitələr olaraq, həm yəni hər cəhətdən desəz orada bir dünyanın ən kifir sistemidir. Amma hər kəsən ki necə öz
əhliyalın, öz nənə dedəsin, öz arvadın, uşaqların, öz bacı qardaşın dünyanın ən yaxşı insanları bilər. Biləxərə bir tədad adamı yaxşı bilirsiniz də, deyəmirsiniz ki, məsələn, mən balalarımı atacağım çöləni. Ya, beləsi olmaz. Yəni, dədə nənəzi mümkündür, biləsiniz, deyəsə, mən xoşum gəlmir. Ya, bacı qardaşı, məsələn, deyə. Amma da uşaqlarınızı ata bilməzsiniz eşiyə. Xanımızı boşaya bilərsiniz, amma uşaqları boşaya bilməzsiniz. Belə bir müşkül var. Bunun üçün belə bir dərdə düşmüşük biz. İslam dünyası mütəəssifanə feylən çox qarma-qarışıqdır. Qeydaq öz bəhsimizə yenə qeydaq rapor verim, bu bəhsdən çıxaq. Aleyküm salam əziz dostum, çox sağ olun. Mən geçən 2 həftədə soru yazdım. Soruları, indi mən kompüterimi də bağladım, istirdim buradan sizə göstərəm. Bu günləri yazmışam, linkini də paylaşmışam dostlar. Həm partilərə göndərdim, həm də sizlərlə paylaşmağa çalışmışam. Əgər dostlar istəsələr, lütfən eləyə bilirlər ki, edələr mənim səhifəmdə, Instagramda, Telegramda, Facebookda, Twitterdə, X-də, ayrıları da var, indi yadıma gəlmir. Onların hamısında bunu görə bilərsiniz. Mənim bir dənə də weblogum vardı, insafali.blogspot.com. Orada da görə bilərsiniz. İndi onu mən atıram ki, onu göstərəm. Fəqət başlıqlarını deyəm, soruların başlıqlarını deyəm. Bəlkə bu 2 həftədə ki, indi onu deyəcəyəm ki, neçə gün. İndi mən dünən axşamdan, Kanada vaxtı ilə, sizin vaxtınızdan dünən səhərdən dəvətnaməmi suallarımı, sorularımı göndərdim. Partilərin liderləri, ya sözçülərini, ya hər kəs ki müəllif ediblər, onun huzurlarına sundum, təqdim elədim. Sorular bu olacaqdır. Xahiş elədim, hətmən oxusunlar. Yazdım ki, lütfən, xahiş edirəm bunları oxuyun. Bilirəm sizin üçün parti liderlərindən, ya sözçülərindən, ya müşavirlərindən onların bu sorular onlara çox aşağı görünəcək. Aşağı səviyyədə. Amma bu sorularla biz bir dənə siyasi düşüncə yaratmağa çalışırıq. Bir fikir otağı yaratmışıq. Bu fikir otağında biz axir pillədən gəlib eşaya gəlməkə, aşağı pillədən başlayaq. Bu partilər nədir işləri, nə düşünürlər, bunları millətə tanıtdıraq, millətimiz bunları tanısın, soruları olsa sorsun və buradan gedək qabağa. Fikir edirəm ki, 500-ə yaxın sualdır. Gecə çox çalışdım, 3 saat bunu nömrə qoymağa çalışdım. Mütəəssifanə mənim bu weblogum çox yavaş işdir. Eləyə bilmədim ki, bundan hızlı gedim. 3 saatdan sonra da nömrə qoymağı tərcih etdim. Beləsi başlayır sorular dostlar. Düşüncə bağı otağının soruları. Bu sorular tüm Güney Azərbaycan siyasi təşkilatları mənsublarından həm də ayrı-ayrı sorulacaqdır. Bu sorulardan əlavə sorular da ortaya çıxa bilir ya da tikrar ola bilir. Yəni sorular tikrar da ola bilər. Təşkilat mənsubları hər ağla gələn, gəlməyən sorulara həmən cavab vermək zorunda, məcburiyyətində ya zorunda deyirlər. Bəlkə bəzi soruların cavabını başqa cələsələrdə, oturumlarda həvalə edə bilərlər. İndi burada nə edirik? Burada yazıq dostlara, mən gördüm 500 dənə sualı 1-2 cələsədə qurtarmaq olmaz. Hətta bir gündə də qurtarmaq olmaz. Və yorucu olar. Yəni həm o yorurlar, həm mən yorurulam, həm bunlar. Həm də ki internet bu icazəni verməz. Yəni məsələn nədir bu şey? Instagram 3 saat ya 4 saat icazə verir. O birisilər də elə bu qədər, hərəsi bəzisi 1 saat icazə verir. Onun üçün dedik ki, həriyə bir həftə vaxt verəcəyik. Hər hizbə. Bir həftə. Cümədən başlayacaqdır cümə, şənbə, yekşənbə, doşənbə, sešənbə, çərşənbə, pərşənbə. Bu 6 gündə hər gün 4 saata can vaxtları var ki, cavab verərlər. Hər hizbin bir həftə vaxtı var.
Bu bir həftədə soruları soracağıq. Sizlərdən də soru gəlsə, o soruları mən alacağam, toplayacağam. Əgər mənim sorularımda olmasa soruşacağam. Ya bəzi dostlara mümkün deyək ki, gəl sən səsli soruş, əgər tanısaq. Çünki biz bunu təcrübə elədik. Hətta keçən dəfə Oğuz bəyin Güney Azərbaycandan baxış proqramında bir tanımadığımızı gətirdik üstə. Mütəəssifanə dostumuz bizim sözlərimizə qulaq asmamışdı qabaqçı proqramda, düşüncə proqramının 1-ci bölümündə. Gəldi həman rəftarı, həman davranışı elədi. Biz də qəbul eləmədik. Mən hətta Oğuz bəydən xahiş elədim, otaqdan salsınlar eşiyə. Çünki biz bir prinsip əsasında, xüsusən əxlaq, düşüncə, hörmət, əxlaq deməyək, hörmət və sayğı əsasında biz otaq qurmaq və millət qurmaq istəyirik. Biz bir millət qurmaq ki, lümpənlərdən dolu olsun. Lümpən hər yer doludur. Bizim onların işimiz yoxdur. Bizim ağıllı, düşünür insanlara ehtiyacımız var. Milli hərəkət dediyimiz, milli hərəkətin düşüncə insanların ehtiyacı var. Lümpənə əslən ehtiyacımız yoxdur. İran dövlətinin lümpəni vardı. Dədənənəsi kör deyib gəlib gedəni vur deyir. O başqa bir şeydir. Hətta biri gəldi söyüş dedi. O da getdi şikayət elədi. Instagram o videonu sildi. Yəni biz o proqramı qutarandan sonra Instagram proqramı videonu da sildi. Biz o videonu download edib save eləyə bilmədik. O 2 saat ki orada danışmışdıq. Gözəl də bəhslərimiz getmişdi. Onlar da heçə getdi. Yəni qalmadı o birisi dostlarımız görsünlər gələcəkdə. Bunun üçün fəqət o adamlara cavab verə. Bu günlər bir dostumuz zəng eləyibdi. Danışmışıq. Deyir, acı sən bizə cavab ver. Filan kəsin davası var. Məni müşəxəs qonuya çağıracaqsan, əgər çağırırsan. Bir dünyada danışdıq. Umarım ki, zəbt eləyib sui-istifadə eləməyə çalışmayırlar. Amma bir şey deməmişik ki, ondan qorxaq. Bir yol. Filan kəs savaşırlar, ikilik yaranıbdır, siz milli hərəkəti baş tapırsınız, cəmiyyəti baş tapırsınız. Tamam da, baş tapırıq da, biz də bu qədər baş tapırıq. Neyiniyək? Yəni siz bizdən çox baş tapırsınız. Lütfən buyurun işinizi. Yox, çağırın, gəlin biz orada. Yox, ağa, bizim proqramımızda. Bu otaq ki, əlam mən danışıram, ya o sonra ki danışacağıq. Burada, dostlar, biz filan kəsin müşkülü vardı, işimiz yoxdur. Əslən, müşkül olmaq yaxçıdır. O zaman ki, hamımız bir-birimizin fotkopumuz ola, biz yekəlmərik. Oluq İran. O zaman ki, fərqli düşünürük, fərqli davranırıq, onda biz yekələcəyik, onda biz güclənəcəyik. Çünki rəqabət var ortada. Düşüncə, siyasət fərqi var. Həsən ilə Hüseynin hərəsi bir siyasət deyir, biri də bunu da alacam, biri də bunu da alacam. Rəqabətdir bu, rəqabət eləsinlər. Hər kəs güclənər, o aparar. Hər kəs zəiflənər, o gedər. Biz rəqabətdən qaçmamalıyıq. Amma biz, mən İnsaf Əli Hidayət olaraq, Oğuz bəy Türk cənabları olaraq biz düşüncə arxasındayıq. Onun üçün də deyirik, siz orada, məsələn, dostumuz da deyir ki, bizim partiyə ehtiyacımız yoxdur. Tamam, partiyə ehtiyacımız, siz gedin parti, o fikirdən gedin. Bizdə parti fikri çox mühümdür. Yəni, mən fikirəm ki, parti olmasa, təşkilat olmasa, siz 1 milyon adam eşiyə çıxsa, 100 dana təşkilatlı adam gələr sizi dağıdar. Sizi öldürər, siz 1 milyon olaraq onları öldürənməzsiniz. 100 nəfəri öldürənməzsiniz. Çünki dağınıq təşkilat bir iş görə bilməz. Təşkilat çox önəmlidir. Biz təşkilatın üstündə işləyirik. Və siyasət çox önəmlidir. Əslən, insan ki, deyirik sizlə mən, dostlar, biz siyasi bir canlıyıq. Bizi siyasəti bizdən çıxarsız, gərək ölək ta olaq siyasi olmayan bir canlı. Yəni, bizim içimizdən siyasəti çəksəz, çıxasız biz ölərik. Eyni elə bir ruh məsələn deyirlər ha. O ruh siyasətdir. Onu bizdən çıxasaz biz ölərik. Yəni o zaman siyasizləşərik. Mən siyasi deyiləm deyə bilərik ki, ölək. O zaman ki, sən mən siyasi deyiləm, bir siyasət götürürsən. Özünü qorumaq istəyirsən məsələn. Bu bir siyasətdir. Yəni deyirsən, mən siyasətə qoşulmuram. Niyə? Çünki istəyirəm canımı qoruyum. Mən istəmirəm gedəm zindana. Mən istəmirəm meydam olam. Mən istəmirəm uşaqlarım elə ola, belə ola, xanımım, nənəm, bacım, filan, bəhmanım. Bu özü bir siyasətdir. Yəni siyasəti götürmüsən, mən bu siyasəti götürmürəm. O bir siyasətdir. Amma biz siyasəti doğru bilməliyik. Biz İran eynəyi ilə, gözlüyü ilə, baxın dostlar, eynək gözlük belə olur. Baxın, mən əlan bu eynəklə baxıram. Mənə çox da zərəli var. Yəni bununla baxanda başım ağrıyır, məcburam bunu vuram tez-tez.
Bundan da baxın, bundan fərqli görürsən dünyanı, bundan da fərqli görürsən. Yəni bundan indi siz mənim gözümə az görürsüz. Mənim qiyafəm biraz dəyişir. Bundan da mən dünyanı fərqli görürəm. Bunda biraz abı görürdüm. Bunda qırmızılı görürəm. Ondan sonra ya qırmızısız hər nə rəngdə onu görürəm. Biraz bu qırmızılıq mənim təsadüfdən qalan əsərdir. Yol. Belə bir şey deyən durumdur. Biz hər halda düşüncə, tanıdığımız adamımızı düşüncə otaqlarında gətirəcəyik. Ya tamam, sizin sorunuz var. Həsən Nadiri. Təşrif gətirin, oxuyun. Suallarınızı oxuyun. Tanımırıq. Amma məsələn dostumuz çağırıbdır, məni danışmış, bir saat danışandan sonra da mənim sən evdə danışırsan, məni nəyə çağırmısan? Yox, o zaman ki gördü, mən də ciddi danışıram. Yox, mən evdəyəm danışmaq. Tamam da, xoş gəldin. Allahın əmanında. Allah rast getsin. Amma hər otağın bir müqərrəratı var. Hər təşkilatın bir müqərrəratı var. O müqərrəratla getməliyik. Siz ola bilməz ki, məsələn deyərsiniz ki, yox, mən hər yerə getsəm özüm istədiyim müqərrəratla gedəcəm. Bəzi restoranlar var bu Amerikada, Kanadada, Avropada, dostlar. Siz ora getmək üçün müşəxəs paltar giyməlisiniz. O paltarı giyməsə zor qoymazlar. Məsələn, quyruqlu xodlar var ha, ingilislərin lorduları giyirdi. Siz o restorana getməyə görə o paltarı giyəsiniz. O paltarla getməsə sizi qoymazlar. Deyir, mənimki budur da, mən bura iş yerimdir. Hər kəs bura gələ bilir, pul gərək xərcləyəm. Mən burada baha satıram. Məsələn, məni bir zaman çağırmışlar bir yerə qonaq, biz getdik orada. Püstəni mən hesabladım, biri çıxırdı məsələn 3 dolara, 4 dolar. Bir dənə püstə, məsələn neçə 22 il bundan qabaq. Dolarla hesabladılar. Məsələn 4 dənə püstə fikrincə məsələn 20 dolar. 4 dənə püstə 20 dolar. Bir livan məsələn meyvə suyu fikirlə məsələn çıxdı 22-23 dolara məsələn. Təbii ki, ora gedən də mən ora gedəmərəm. Yəni mən qonaq aparmasınlar, gedəmərəm. Gedəndə də orada heç bilmərəm necə yeyəcəyəm, necə oturacağam. Çünki ora gedib adət eləməmişəm ki, oranın kültürünü başa vuram. Onun üçün mən hər yerə istədiyim kimi gedə bilmərəm, istədiyim kimi otura bilmərəm, istədiyim kimi danışa bilmərəm. Hər yerin özünün bir adab rüsumu var. Siz gedirsiniz coş otağına, gedin tamam. Ora coş otağıdır, amma bura coş otağı deyil. Biz burada özümüzə hörmət qayılıq. Bizim burada olan dostlar içi gəlirlər, gedirlər ya otururlar, dururlar. Biz bunlara hörmət qayılıq. Deyir uşağa, bu adam sayğılı bir insandır. Düşüncə insanıdır, bu otağa gəlir. Ona görə bu otaqlarda az adam olar. Biz əslində həvəsimiz yoxdur bizə 100 min nəfər adam gəlsin, 10 min nəfər. Bizə 10 nəfər adam gəlsə biz kef edirik. Çox kef edirik. Deyirik ki, olan düşüncənin 10 nəfər tərəfdarı var. Dostlarımızdan biri çox narahat oldu. Mən aidat fikrim onları silmişəm. Qoy görüm əgər silməsəm dostlar, onu görüm tapa bilirəm. Əgər onu tapsam o çox gözəldir. Heyf elədim. Mən bunu bu günləri dedim bəlkə lazımım olmayacaqdı. Sildim. Bir dəqiqə görüm əgər bu Google-də olsa o əkslər. Aidat silinib, yox silinməyibdir. Dostlar, Amerikanın bu günləri mən sizinlə danışım 10 dana məşhur filsufu var. Siz bunların birinin adını bilirsiniz. Mən də birinin adını bilirdim. Qalanın adını bilmirdim. Amma adların öyrənməyə çalışdım. Məsələn, bunlardan məşhuri ki, dünya şöhrətli bir filsufdur, düşüncə insanıdır. Noam Chomsky'dir. Noam Chomsky'nin fikirləşir ki, neçə min nəfər tərəfdarı var dünyadan. 40.900 nəfər adamın tərəfdarı var. Amma məsələn gedin bir dana lümpənə, bir dana hünər bir şey yox. Onlar ki, hünər bir şey adlanırlar, lüt olurlar, onlar yox. Gedin bir dana şeyə, bir dana küçədə lata. Latanın, bəzi latın 4 milyon, 5 milyon adamı var ki, bıçaq çəkib fəqət. Dalıscan adam, 4 milyon adam ona baxır. Noam Chomsky'nin 40.900 cəmiyyət adamı var. 40.9K cəmiyyəti var. Yəni follower var. Bir ayrı filsuf var, çox məşhur xanım filsuf, gözəl. 45-50 yaşlarında, 50-55 yaşlarında olar. Sally Haslinger.
ya Haslanger. 364 dənə followeri var. Filsufdur, düşüncə adamıdır. Düşüncə adamının dalısından gəlməzlər. Onun mən bunu da tapdım. Bu da çox cəlibdir. Bu da çox məşhur filsufdur. Daniel Dennett. Amerikanın məşhur filsufudur. Modern filsuflardan. İranlılar hər yerdə onlara bir yaxın olsa necə deyirlər, bunlara yaxın getməzlər. Bu da bunun 314 followeri var. Daha nə deyim, yəni qalanı da o birisləri də bundan şeydilər, dağılıdılar. Yəni mən buradan üçünü fəqət, o birisilər silinibdir. Onların əksini göstərdim ki, xoşbəxtlərinə burada qalmışdı. Fəqət bunu göstərdim, biləsiniz ki, düşüncə tərəfdarı çox azdır. Söyüş versələr, biz də gəlsək olsam, məsələn, axı bəzi adam vardı, biri var deyir ki, məşhur istir olar, gedir bir iş görür, məşhur olur. Biri də gəlir, oğlum, mən nəcür eləyim, deyir, gedir məscidin divarına filan iş görür. Gedirir məscidin divarına bir iş görür ki, məşhur olsun, tanınsın. Biri də insanlar tanınmaq üçün, məsələn, gəlir Həsənə, Hüseynə, Kazıma, Qasıma söyüş verir. Sən kimsən? Sən kimsən? Sən kimə deyə bilərsən sən kimsən? Sənə nə rəbti var? Səni kim nümayəndə edib? Səni kim nümayəndə edib? Mənə deyəsən ki, sən kimsən? Mən İnsaf Əli Hidayətəm. Özümü bir düşünür bilirəm. Hətta özümü bir filsuf bilirəm. Özümü bir siyasi adam bilirəm. Bir nəzəriyyə pərdaz bilirəm farsça deyirsək. Belə bilirəm də. Tamam, bunu sən də özünü bilgin, gəl qabağıma bəhs elə. Amma tohin yox. Düşüncə budur. Düşüncədə bir iddianı qoyuram ortaya, deyirəm, mən qərar deyil ki, mən tamam yerin, göylərin də filsuf olam. Yox, mən bir dana məsələdə özümü mütəxəssis bilirəm, filsuf bilirəm, düşüncəli bilirəm, laysensli bilirəm. Özümü. Sən də özümü bilirsən, tamam. Mən sənə etiraz edirəm. Amma sən mənə deyənməsən, səni kim nümayəndə eləyibdir? Ziyalını heç kəs nümayəndə eləməz və hamının nümayəndəsi olar. Dünyada ziyalılar, Noam Chomsky, dünya insanlarının bir sahədə sözcüsüdür. O birisi filsuf bir ayrı sahədə, o birisi bir ayrı sahədə sözcüsüdür. Biz bunları ziyalı insanların nəsə məsuliyyəti var, rəis cumhurdan üstündür ziyalı. Ziyalı kanunu değiştirer. Ziyalı dövləti değiştirer. Amma prezident bu işi görə bilməz. Prezident ki, millətin seçiblər, bu gəlib qanunu değiştirə bilməz. Ən çox gücü budur ki, millət değiştirib, %100 də buna səs veriblər. Bu, ən çox gücü budur ki, gələr deyir, mən qanunu icra eləyəcəm. Budur da, bundan izafi gücü yoxdur. Ziyalı bu deyil, ziyalı gələr qanunu değiştirər. Məmləkəti değiştirər, parlamanı değiştirər, sistemi değiştirər, dövləti değiştirər. Ziyalı çox güclü bir şeydir. Siz ziyalını şeye koymayın. Yani sana kim seçibdi demeyeceksin. Diyeceksin ki ziyalı o günkü Azərbaycanda 57 inqilabında 20 nəfər yox idi desin haray haray mən Türkəm. Bu günlərin o ziyalıların zəhmətləri əsasında bu günləri milyonlar deyir haray haray mən Türkəm. O günkü bir dana təşkilat yox idi deyə ki Azərbaycan müstəqil bir dövlət millət olmalıdır. Əslən bu düşüncə yox idi. Hətta o ziyalılar, o məqtədəki ziyalıların arasında bu günləri bir dana adam tapanmaz ki deyə məsələn ələni deyə ki mən istiqlalla müxalifəm. Federalistlər belə deyə bilmirlər mən istiqlalla müxalifəm. Deyir sadəcə məsələn mən istiqlal fikirəm ki xərci çoxdur. Yani buna nə deyə bilər? Çünki indi bir güclü ziyalı yaradıb bunu. Bunu heç bir prezident yaratmayıbdı. Bunu ziyalı yaradı. Və bu ziyalı bu millətin lideridir. Hərəsi bir bölümdə fikir düşüncəsi də liderdirlər. Və bunların arasında mənlə Oğuz bəy ki çox da yaxın dostuq. Çox yerdə fikirlərimiz toqquşar bir-birinə.
Amma fikirlərimizi toqquşdururuq, dururuq, gedək restoranda, çörəyimizi yeyirik. Yema gedək evimizdə otururuq, bir-birimizin yanında otururuq, bəhslərimizi elərik, çörəyimizi yeyirik, çayımızı içərik, durub gedərik evimizə. Yəni dava yoxdur. Çünki burada vəsətdən bir şey çıxar. Bir çiçək çıxar. Taza bir yol açılar. Onun üçün biz düşüncelerle çok sevinirik ki düşünceler ve yollar ve siyasetler birbiriyle savaşır. Hatta ona göre de istiyoruz ki Güney Azerbaycan siyasi partilerin ya İran'da yaşayan Türklerin siyasi partilerini getirək, insanlarımız görsün ki siyaset yanı ne mene? Biz Fars dövləti ilə, Fars təşkilatlarla, paniraslarla nə fərqimiz var? Harda fərqimiz var? Nədir düşünürük? Gələcəyi nədir görürük? Vətəni nədir görürük? Milləti nədir görürük? Sərhədləri nədir görürük? İqtisadı nədir görürük? Ekonomini nədir görürük? Dini nədir görürük? Namazı nədir görürük? Mollanı nədir görürük? Pasları nədir görürük? Bunlar bizim dərdlərimizdir. Yəni sən deyə bilməzsən ki, məsələn, burada filan məsələ var, sənə nə rəbti var? Mənə rəbti var. Bu toplumda bir ildə insanlar oğrudur. Bir iddəsi əyridir, bir iddəsi özünü satır, bir iddəsi canını satır, bir iddəsi fahişəlik edir. Yəni, bir iddəsi kasıbdır, geçinə bilmir, bir iddəsi mərizdir, geçinə bilmir, bir iddəsi işi yoxdur, geçinə bilmir. Necə ki, bunlar mən neyniyim? Ziyalının işi, dövlət bunu düşünmür. Dövlət düşünmür. Seçdiğin nümayəndə bunu düşünmür, bunu ziyalın düşünür. Və ziyalındır ki, qəbul elətdirir dövlətə, parlimana, əgər öz dövləti qursa ya elə indiki dövlətə bunları qəbul elətdirən ziyalıdır. Yoxsa millət orada yüz ölsün. Düşmən sevinir ki, bunlar özlərini öldürürlər. Düşmən sevinir ki, o 3 qız ki, geçən həftə özünü öldürdü. Düşmən sevinir. Deyir ki, bunların hərəsi 2 dənə uşaqda olacaqdı. Türklərdə 6 dənə uşaq çıxarılacaqdı. Bunlar öldülər, getdilər, Allaha şükür. Həm özləri azaldı, həm də 6 dənə uşaq azaldı. 9 nəfər Türklərdən azaldı. Düşmən belə düşünür, Fars belə düşünür. Mən nə cür düşünürəm? Mən ziyalı necə düşünməliyəm? Mənim muhtadım var, onu düşünməliyəm. Mənim qaçaqçım var, onu düşünməliyəm. Mənim edama məhkum olanım var, həbsə əbədə məhkum olanım var. Mən bunları, ziyalının işi bunları düşünməkdir. Ziyalının işi namaz, oruç deyil. Namazı, orucu düşünmək əslən bir şey deyil. Bir dərdə dəyən bir şey deyil. Çünki Allahla sənin aranda müşkül, Allah səni mücazat eləməyəcəkdir. Amma Allaha, əgər Allaha inanırsınız, Allah mənlə sənin aranda olan müşkül üstündə bizi mücazat eləyəcək. Sən onun haqqını niyə dağıtdın? Niyə onun haqqını gördün? Dinmədin. O qız öldü, özünü öldürdü. Sən niyə nayrahand olmadın? Sən niyə demədin ki, ayrı qızlar da özünü öldürməsin? Dünən gecə xəbər gəldi. Türkiyədə bir dana qız, bilmirəm Farsdır, Türkdə, Ərəbdir, əsl orası mənə önəm daşımır. Türkiyə dövləti yüzlər dəlillər əsasən, o cümlədən İranlılar da çox üzr gedir asansorun qabağında paltarını çəkir aşağıya, tuvaletin elir, yaxır tuvaletə, asansora. Gedir xiyabanda qonaq olduğu məmləkətin bayrağını çəkir göydən salır, ayağının altına ayaqlır. Gedir oğurluq edir. Gedibdir, taksiyə minibdir, bıçağı çıxadıb onu 15 dana bıçaqla vurubdur. O taksi sürən yazıq sürücünün canına öldürübdür. İran da deyir ki, qeyd get məmləkət var. Mən sənin xeyri istəmirəm. Sənin mənim iqtisadımda, Türkiyənin kull iqtisadında İranlıların 0.05 təsiri var. Fikrin ki, Türkiyənin 100 tümən gəliridir, 100 min tümən deyin gəliridir. İranın bu iqtisadda 5 tümən təsiri var. 100 min tüməndən 50 tümən təsiri var. 100 min tümən hara 50 tümən orada hara. 50 tümən neylər məsələn? 100 min tüməndə 50 dana təmənniq nə təsiri var? Türkiyədə bir açıq get. Bir dana xanım qız bu çıx gedim deməkdə mən İrana getmirəm. İndi ya yalvarıb, ya yaxarıbdır, ya pul istəyib, yox axı edəcəksən məmləkət var, biz sənin xeyrini istəmirik. Çıx get öz məmləkəti var da.
Xanım özünü damdan atıb öldürübdü. Yəni, mən dünən gecədən bunun fikrini edirəm. Yəni, bir millətin nə cünə gətiriblər ki, bir millət öz torpağına qeyitmək üçün deyir, mən ölüm qalım Türkiyədə ama getməyim İrana. Bu ziyalının işidir. Bunun nümayəndə, hangi nümayəndə bunu danışacaqdı sənə? Rəis Cumhur bunu danışacaq, danışsın görək. Məclis nümayəndəsi, şura, şəhər, hangisi bunu danışacaq? Sənin Urmu gölü belə bunlar danışmırlar. Sən o dövlətin danışmır, o rəis cumhurun, bu Urmu gölün diri saxlayan bu günəcən və gələcəkdə əgər diri qalırsa, bu ziyalıların, mənim kimi ziyalıların sözünün əsasındadır. Ziyalı heç kəsin nümayəndəsi deyil, hamının nümayəndəsidir. Ən başda özünün nümayəndəsidir. Nəslinin nümayəndəsidir. Düşüncəsinin nümayəndəsidir. Mən düşüncəmin nümayəndəsiyəm. Mən nəslimin nümayəndəsiyəm. Mən mənə tay düşünənlərin nümayəndəsiyəm. Mən gələn nəslin nümayəndəsiyəm. Ki, yoxdur hələ feylə. Düşüncə sahabı ən az 100 il ta 200 il nəslindən tez doğulubdur. Hər düşüncə sahabı öz düşüncəsi, o düşüncə sahabı ki vardı ha, olduğu zamandan ki gərək o doğuluydu, 200 il tez doğulub, 150 il tez doğulub. Ya belə də bir vaxt desək 100 il tez doğulubdur. Yəni 100 il zəcr çəkəcəkdir ta millət yetişə ora. Misal vurum sizin üçün. Qaspıralı 150 il bundan qabaq Türk dünyasının bir kəndində doğulubdu. 150 il. Müəllim olubdu. 150 il sonra bu günləri biz hələ onun kitablarını oxumağa belə cəsarət eləyə bilmirik, danışa bilmirik İranda. Türklər olaraq. O 150 il qabaq nə zədr çəkib ölübdü bu roşən ziyalılıq. Yəni 150 il sonranın nümayəndəsidir o. Hətta Türk dünyası birləşən indi 50 il çəkər, 100 il çəkər, 200 il çəkər, 500 il çəkər, mən bilmirəm. Amma Türk dünyası birləşəndə o nümayəndədir. Amma mən əgər bütün İslamın cənnət birliğindən danışıram ha. Mən 1000 il sonranın məzlumuyam. 1000 il məzlum qalacağam, 1000 ildən sonra insanlar deyəcəklər, insaf hələ o zaman düz deyilmiş. Çünki mən indi öz nəslimin nümayəndəsi deyirəm, mən o nəslin nümayəndəsiyəm. Mən o nəslin mənafeyi, milli mənafeyindən danışıram. O Türk nəslinin milli mənafeyindən danışıram. Ki indi ondan hamı müxalifdir, çünki məsələn mollalar dinin içinə aftaha götürüblər. Ya framasonlar dinin içinə aftaha götürüblər. Mollalardan çox framasonlar zərər vurublar bizə. Bizə taza ideolojilər gətiriblər Avropadan ki, o ideolojilərin qıblası əvəzin ki, Məkkə ola, ya İstanbul ola, ya Ankara ola, ya Təbriz ola, ya Almatı ola, hər yer olur olsun. Haradır? İngilistandır, Londondur, Washingtondur, New Yorkdur, Berlindir, Cenevdir. Bizim qıblamız oradır. Çünki pulumuz ora gedir, gücümüz ora gedir, sirvətimiz ora gedir. Özümüz harada yox. Ziyalı ilə, ziyalı olmayan fərqli dostlar budur. Ziyalı 1000 il sonranın düşünəcəz. Bəzi filosoflar 1000 il bundan qabaq yaşayıblar, indi biz onların fikrinə gedirik. Bu bir, yəni, hər halda gedək suallarımızı deyək, suallarımızı deməyəcəm. Çünki bu sualları desəm çox çəkər, neçə saat çəkər. Onun üçün fəqət başlıqlarını deyəcəm. Orasını oxuduq ki, bəs biz hər adama, hər bir partinin nümayəndəsinə ki, eləyə bilər həftə içində deyişələr. Bu gün Həsən gələ, məsələn, lider gələ. Sabah deyək ki, mən gəlmirəm, sözçümüz gəlsin. Sözçü də bir gün, 2 gün gələ, bir gün gələ, deyək ki, məsələn, müşavirimiz gəlsin. Beləsi, hizb özü bilər ki, bunları neynəsin. Ya desin, məsələn, mənim siyasi danışmanım, siyasi müşavirim bu gün gələcəkdir, iqtisadi müşavirim sabah gələcəkdir. Hizbin sözü hər kəsə, biləxərə hizb bir nəfərdən ibarət deyil ki, hizb
bir təşkilatdır, qurumdur. Bu qurumun iqtisad bölümü var, siyasət bölümü var, ordu bölümü var, nə bilim, müxtəlif qanun bölümü var, uşaq bölümü var, qadın bölümü var, dil bölümü var, ədəbiyyat bölümü var, incəsənət bölümü var, teknoloji bölümü var. Bunlar partilərin, bu gün parti lideri deyər ki, mən külliyyatı danışacağam. Sözcümüz sabah gələr siyasəti danışar. O birisi sözcümüz gələr ekonomini danışar. O birisi gələr uşaq bölümünü danışar. O birisi gələr qadın bölümünü danışar. Mən bu əsasda oturmuşam, bunları cürləşdirmişəm. Biri nədir? Əvvəl təşkilatlanma sistemi nə deməkdir? Nə cür təşkilatlanmaq olar? Təşkilatlanmaq özü nə mənədir? Siz nə düşünürsünüz? Niyə əslən təşkilatlandınız? Ha zaman təşkilatlandınız? Nə zərurəti var idi təşkilatlanmağın? Məsələn, istiqlalçısan, 10 dana istiqlal hizbi var. Nəyə 11-cisini düzəldirsən? Sən fərqin o 10 dana ilə nədir? Zərurəti nədir? Məsələn, suallardan bir çoxu təşkilatlanma o haqqında olur. Əslən, təşkilatlanmanın nə zərurəti var? Məsələn, dostumuz deyir ki, bizə təşkilatlanma lazım deyil. İranın sözünü deyir. Fikirlər budur ki, İranın sözünü danışır. İran da deyir ki, siz təşkilatlanmayın. Amma özü təşkilatlanır. İran dövləti günü-gündən çox təşkilatlanır. Hər gün təzələnir. Burada 22 sual qoymuşuq ortaya bu bölümdə. Ondan sonra dövlət, dost dövlət, düşmən və rəqib dövlət. Bunlar nə deməkdir? Əslən, düşmən nədir? Düşmən dövlət kimdir? Düşməni nə cür ölçürük ki, deyirik bu düşməndə, o düşmən deyil. Məsələn, kim düşməndir? Nə əsasına deyirik düşməndir? Kim dostdur? Meyarımız nədir? Nə ilə ölçürük ki, bu adam dostdur, bu düşməndir? Bir ölçümüz əlimizdə var, standartımız nədir, metrimiz nədir, hangi tarazı ilə ölçürük ki, bu adam bura gəlsə düşməndir, burada nə şəğa getsə, məsələn, dostdur. Belə olsa rəqibdir. Bunu nə cür ölçürük? Bu da o sorulardır ki, bu konuda danışacağıq. Məsələn, Türk bizim üzrə, Kürd dostu düşməndir, rəqibdir. Fars dostu düşməndir, rəqibdir. Ərəblər dostu düşməndir, rəqibdir. Erməni dostu düşməndir, rəqibdir. Quzey Azərbaycan, Türkiyə dostu düşməndir, rəqibdir. Çin, Amerika, Rusiya və bunlar, Hindistan, bunlar dostu düşməndir, rəqibdir. Biz bunları gerək bilaq. İsrail, Amerika, bunlara nə cür baxır? Əlbəttə İsrail, Amerika, bunlara İran gözü ilə hamı baxır. Ya məsələn partilərdə, sən bu partini rəqib bilirsən, düşmən bilirsən, dost bilirsən. Bunların təsiri var. Düşmənlə bir cür rəftar elərlər, rəqibi ilə bir cür, dostla bir cür. Bunlar çox ciddi, məncə önəmlidir. Burada da 22 sual da burada olacaq. Əsasnaməz var ya yox? Əsasnaməz demokratik əsasnamədir. Demokrasiyə bağlısınız ya. Əvvəl əsasnaməz var ya yox? Əsasnamə demokratik bir şəkildə yazılıbdır. Demokrasini saxlayır ya yox? Sizin təşkilatda məsələn nə cür üzvü götürürlər əsasnamədə? Əsasnamə deyir ki, burada nə cür üzvü götürəcəklər? Sən məsələn xanımıvı, oğluvu, nənəvi, bacıvı, qardaşıvı, əmoğluvu, dayıoğluvu gətirə bilərsən partiya ya yox? İndi burada rant olar ya yox? Bu da bir ayrı bəhslər. Rantı da deyərəm. Yəni, görək ki, nə cür təşkilatlanırsınız? Sizin təşkilat hangi qanun əsasında təşkilatlanırsınız? Siz məsələn İran qanununu qəbul edirsən ya yox? İranı qəbul edirsən ya yox? İran qanununu qəbul edirsən ya yox? Ondan sonra İran qanunu əsasında hizb düzəltmisən? Türkiyə qanunu əsasında, Azərbaycan qanunu əsasında, özün bir hangi qanun əsasında qanun düzəltmisən ki, deyirsən mən tamam, məsələn, bu qanunlar əsasında rəftar edəcəm. Yoxsa məsələn bir diktatorluq bir sistemdir. Yəni mən liderəm, mən də deyirəm bunlar əsasnamə olsun. Bunlarla da gedəcək qabağa. Mən dediyim olacaqdı. O zaman da ki mən demədim, onda da hizb dağılacaq. Burada da 13 dənə sual var. Hələ çox da ola bilər əlbəttə. Üyəlikçi də dedim, məsələn siz nə cür üyə götürürsünüz? Üyələrə nə cür təlim verirsiniz? Üyələr mədrəsəz var, danışqahınız var, okulunuz var, kolleciniz var, nəyiz var? Nə cür öyrədirsən? Onlayn öyrədirsən? Adamlara nə cür təlim, ideoloji öyrədirsən? İdeolojin hani? Sən ideolojin nədir? Yazılı ideolojin var, yazılı nə mənəm var? İnsanlar istəyərlər bunu görərlər, harda görəcəklər? Bu da o üyələr bölümündə soruları soruşacaq. Rant məsələsi çox ciddidir. İran dövləti rant dövlətidir, mafiya dövlətidir. Rant mafiyaya çevirilər, mafiya ranta çevirirlər.
Bunlar ikisi bir-birini tutarlar. Yəni bu onu köməklər, o bunu köməklər, güclənərlər. Rant mafiya yaradar, mafiya rant yaradar, hey bu cürsi bir-birinə köməklik edirlər. İran dövləti mafiya dövlətidir və rant dövlətidir. Niyə? Çünki hamı öz familiyi ilə işləyir. Deyir, mənə rəy verin, famililər gəlsinlər, yığırsınlar, məni göndərməlisə sizin hərəzi bir yerə qoyacam. Rant dövlətidir. Yəni adam deyir ki, amma Kanadada rant nə cürdür dostlar? Mən bir bəqqallıqda işlədim bir müddət. Bəqqal latari satır. Latari bilirsiniz da, yəni məsələn fərzən həftədə burada hər gün, əslində burada hər gün bir çəkiliş var. Şans. Nə deyirlər o şey, çəkiliş yox da, bir çəkiliş var. Yəni məsələn milyonlar adam gedirlər filan latarini alırlar. Məsələn deyək ki, məsələn keçən həftələrdə 70 milyona çıxmış, 75 milyona çıxmışdı. 75 milyon tamahına hərə gedir 5 dona, 10 dona alır, hərəsi də 5 dolar, 6 dolar alır, deyir ki, tamam, mən məsələn istəyirəm, bu mənə çıxsın. Bir çəkiliş olur, buradan hamıya çıxır. Bunu hər məğazə satmır, amma məğazələrin %60-ı, 70-i bunu satırlar, bu latariləri. İndi bu latari dükanında işləyən özü, ailəsi, yoldaşları, bacı qardaşı, yaxın famililəri oradan latari alsalar, belə çıxsa verməz, latarini verməzlər. Niyə? Çünki sən latari satan yerdən latari alanmazsın. Sən latari alasan, özündə dükanın var, gedəcəksən qonşu dükanından alacaqsan. Çünki sən rantı bilirsən. Sənə bir ittilaat vardı ki, müştərində yoxdur. Sən bu olan latari, məsələn deyək, bir bəstədir, bunun 300 dolar qiymətidir. Bu 300 doları verib buradan çıxarıb, bilirsən ki, məsələn burada 50 min doların olmağı var, ehtimalı var. Sən bu 300 dolar verib bu bəstəni ala bilərsən. Çünki üstü açılmayıb, bilirsən də ki, ola bilər. Yazıbdır, dövlət də o rant şirkəti də yazır ki, məsələn, bugünkü şeydə bir belə caizə hələ qalır. Sən də baxsan, bu taza göndərir ki, bəlkə bunda olar, bu rantıdır. Deyir ki, bunu sən eləyə bilməzsən, nə eləyəsən, buradan alasın. Qutuldu getdi. Sən indi bunu alasan, çıxa, sən deyəsən, bunu ayrı dükandan almışam. Deyəcəkdir ki, o dükanda nömrələr budur, bu dükanda da nömrələr budur, sənin nömrən bu dükandandır, bu dükanda da özün işləyirsən. İndi sənin xanımın ola, qızın ola, uşaqların ola, dədən, nənən ola, hər kəs ola, gəlib oradan alsa, çıxsa verməsə. Niyə rantıdır? Yəni, səndə bir də məlumat var ki, o məlumatdan sən qazana bilərsən. Amma dövlət deyir ki, mən elə elərəm, sən qazana bilməzsən. İndi bir dənə parti quraq, buradan mən gedirəm parti quraq. Tamam, gedək parti quraq da, mənim də bir düşüncəm vardı, siyasi düşüncəm vardı. Gedək bir İstiqlal Partisi, ya bir Federal Partisi, ya bir Konfederal Parti quraq, ya bir dənə demokrasi istəyən bir parti quraq, ya qadınlara görə bir təşkilat qurun, uşaqlara görə bir təşkilat qurun, işçilərə görə bir təşkilat qurun. Təşkilatdır, yəni mən gedirəm, lazım deyil, hətmən siyasi olar, dövlət üçün. Mən gedirəm fəqət işçilər üçün işləyəm, il məhsəlanlar üçün. Mən il məhsəlanlar üçün gedirəm işləyəm məsələn. Tamam, bu bir dənə hizbidir. Qururam da bunların mənafi üçün. İstəyirəm bir hizb quram. Tamam. İndi mən əhli-alma apara bilərmiyəm bunun içinə? Rantıdır. Sən rantı nə cür həll eləyəcəksən? Partinin içində sən çıxsan xanımın gələcək. Xanımın çıxsa qızın gələcək. Qızın çıxsa oğlun gələcək. Oğlun çıxsa əmoğlun, dayıoğlun, bacıoğlun, xaloğlun, əmmoğlun bu gələcək. Olmadı, bu rantıdır. Mənə ha zaman növbə gələcək sənin partindəyəm, amma çalışıram da, amma şeydir, məndən üstə bir belə adam rantıdan istifadə eləyə bilər. Amma mən eləyə bilmərəm. Dostlar, fikir eləməyin təhsil budur ha. Yox, bu deyil. Məsələn, fikir eləyin ki, partinin bir dənə adamı var, şəhridaridədir. Şəhridari deyir ki, filan yerdə bir dənə park düzəldəcəklər, ya bir dənə restoran düzəldəcəklər. Ya bir dənə mal düzəldəcəklər, pasaj. Bunu şəhridari bilir. Bizim adamımız gəldi, dedi ki, hizbə istəyir mənfəət yetirə. Məlumat verir da, rantıdır. Rantı gəldi, oradan bir dənə rantımız var bizim şəhridarda. Gəldi, dedi ki, Həsən Qulu, bəli. Ağa, Urmunun filan yerində bir dənə pasaj düzəldəcəklər. Bu pasaj
sərmayəsini filan kəs qoyur. O bilmir ki, nə olacaq. O fəqət məlumat verir ki, hizbin xəbəri olsun ki, nə olacaq. Amma mən ki bildim burayı, indi mən deyirəm ki, tamam, mənim orada 4 dənə əmi oğlum var. Özüm alanmaram, amma əmi oğlanlarım ki, orada onlara deyim ki, edin oradan siz o evlərdən ki, o yaxınlıqda da alın. Çünki oranı biz yıxarıq, ya yekəldərik, ya da tükana çeviririk. Pasajın yanında ciddi işlər. Restoran elərik, filan elərik. Buna deyirlər rant. İndi onu mən kimə verəcəm? Yaxınlarıma verməyəcəm ki, o şeyə. Buna deyirlər rant. Yaxşı, parti rantı neyniyəcək? Bu da o suallardandır ki, soruşmuşum. Yasalama. Bunun suallarını dedim. Nə tür qanunlaşırsınız? Siz özün, sən hangi məmləkətin qanunu əsasında hizbi qurmuşsan? Çünki qanunsuz bir yerə dayana bilməsən ki, sən hangi qanuna dayanaraq hizbi qurmuşsan? Bu hizb hangi məmləkətin qanununa görə işləyir? Bu hizbin özünün bir qanunu var ki, deyə məsələn mən İranda filan iş olsa onu cürm cinayət bilirəm. İran dövləti deyir, hər kəs bu işi. Hər kəs başa çıxsa, hangi xanım başa çıxsa eşiyə, tükü görsənsə mən onu tutacağam, zindana verəcəyim, 3.000 dolarda, 3 milyon tüməndə cərimə eləyəcəyim. İran dövləti qanunu. İndi sənin hangi qanununa deyirsən ki, İran dövləti əgər o cür eləsə, mən də onu mücazat eləyəcəyim. O pasları, o bəsicini, o polisi, o dadgahı mən mücazat eləyəcəyim. Hangi yasaya, hangi qanuna dayanırsan, bu da bəli, mali mənabə də vardı. Qanunda o şeydə sualların içində mali mənabəylər hardandır? Siz bunu hardan ələ gətirirsiniz? Hangi dövlətdən? Əslən bir dövlətdən, onu indi gələcəyik. Ondan sonra məramnaməz var ya yox. Ağa, əsasnamə ilə məramnamənin fərqi var. Əsasnamədə partinin içindəki adamlar nədir üstə getsin, nədir aşağı gəlsin, nədir mühakimə olsun, nədir ixrac olsun, nədir qəbul olsun, nədir təlim görünsün. Bu cür bir şeylər. Amma məramnamədə deyir ki, mən nə düşünürəm, mən nədir görürəm, nədir dərk edirəm dünyanı. İran deyəndə mənim zehnimə nə gəlir? Türk deyəndə zehnimə nə gəlir? Fars deyəndə nə gəlir? Fars dili deyəndə nə gəlir? İran nəxşəsi deyəndə nə gəlir? Deyəndə, dur buradan bax İrana, İranı necə görürsən? Mən necə görürəm İranı? Məramnamə, mən gələcəyi necə görürəm? İstiqlal istəyirəm, federalizm istəyirəm, konfederal istəyirəm, xudmuxtarlıq istəyirəm, qanun əsası istəyirəm, məşrutə istəyirəm, nə istəyirəm? Məramnamə gələcəyi idealı Ağrıman şəhri bunları düşünür. Fəlsəfədir əslində. Fəlsəfəsi nədir? Həm o var olmaq fəlsəfəsi, həm amacları da nədir? Nə istir, nə ələ gətirsin. Onlar da məramnamədə bunlar yazılır. Görək məramnamələri var ya yox. Vətən. Vətən nə deməkdir sizin üçün? Bir dənə partiyə, bir dənə adama deyəndə vətən nə deyir? Vətən hangi dövrün, hangi tarixdən deyirsən? Vətən bugünkü şeyə deyirsən vətən. Məsələn, bəzi dostlarımız deyir ki, filan kəs şəhərbazdır. Məsələn, görürəm şəhərbazlıqla müxalifət edirlər. Əcəba şəhərbazlıq mı pisdir? İran bizdə şəhərbazlığı, yerbazlığı öldürdü, bizi İrancılara gətirdi. Biz onun üçün də vətənimizi böldüksə biz məsələn saymadıq. Vətənimizi birazını böldülər, verdilər Gilana, birazını böldülər, verdilər Həmədana, birazını böldülər, yəni Loristana, birazını verdilər Kürdistan, Kürtlərə, birazını verdilər Farsda. Hər yer gəllər böldülər. Biz niyə dinmədik? Çünki yerlilik vətən. Vətəni yerlilikdən çıxartdı, deyirlər, İran hamının vətənidir. Amma mənim vətənim buraydı. Mən heç vaxt Bəluçistanı vətən bilməmişəm. Mən heç vaxt Yazdi, Kaşanı vətən bilməmişəm. Simnanı vətən bilməmişəm. Yox. Nə oldu? Vətən bölündü və biz dinmədik. Bizdə qeyrət. Vətənin anlamı nədir? Bu da o sorulardandır ki, danışacağıq. Ondan sonra millət nədir? Millət sözündən nə düşünürsən? Qovm sözündən nə düşünürsən? Türklər millətdir, qovmudur. Qəşqailər, Türkəmənlər, Xəlislər, Ərəblər, bunlar millətdir, qovmudur. Millət deyəndə hangi haqqı vardı? Qovm deyəndə hangi haqqı vardı? Hangi haqqı yoxdur? Əslən, haqq nədir? O da bir ayrı bəhsidir. Gələcək ona. Dostlardan biri soruşdu, mənabə-i mali. Bəli, mənbə-i maliyə görə 10 dana soru soruşmuşam burada mən. Yenə də çox da soruşmaq olar əlbəttə. Əslən, üzr istəyirəm. Hələ mənbə-i maliyə gəlməmişik. Milli mənabə. Milli mənbə deyəndə nə olur? Yəni, nə düşünürsən? Deyəndə, mənabə-i milli.
Farsça. Milli qaynaqlar deyəndə nə düşünürsən? Milli qaynaqlar nələr deməkdir? Məsələn, fəqətcə hər şey yerin altında odur, yoxsa yerin üstündə olanlar da milli qaynaqdır. Yoxsa məsələn, insanların beyinləri də milli qaynaqdır. İnsanların qol gücü də milli qaynaqdır. Yoxsa insanların silah tutub savaşmaq gücü də milli qaynaqdır. İnsanların maliyyat gücü də milli qaynaqdır. İnsanların gəlir gücü də milli qaynaqdır. Vətənin gülü, ağacı, budağı, quşu, heyvanı, suyu, havası milli qaynaqdır. Biz o havanı çəkirik. Acaba o hava milli qaynaqdır ya yox? Yəni biz icazə verə bilərmi yox? Düşmən məsələn qonşuluqda həstəyə bir şey var, atom mərkəzi var, o məsələn partlasın. Bizə onun milli zərər bilirik ya yox? Bizim havamız, bizim toprağımız bir patlayış əsasında kirlənsə, biz onu nə cür görürük? Bizim milli qaynaqlarımız nə deməkdir? Bu da o. Ondan sonra istiqlala görə bir suallar soruşmuşam. Burada da 21 sual soruşmuşam. İstiqlal nə deməkdir? Siz deyəndə ki, istiqlal, istiqlal. Əslən, istiqlal yəni nə mənə? Əslən, istiqlal, mütləq istiqlal var. Əslən, insan hər sahədə bir toplum, bir millət müstəqil ola bilər. İstiqlalın xərci nədir? Sən niyə istiqlalçısan? Niyə federalçı deyilsən? Niyə konfederalçı deyilsən? Niyə birlikçi deyilsən məsələn? Çoxlu suallar var burada. Fəqət xülasə istəyirəm ki, qutaram, özüm də yoruldum ona görə. İran deyəndə, sonuncu bəhs İrandır. Burada da 19 soru hələ yazmışıq. İran deyəndə sizin zehninizə nə gəlir? İrana baxırsın deyir, İran. Yəni nə mənə? Nə mənə? Mən əvvəlin şey ki, fikirləşməsən zehnimə gəlsə, İran. Nə gəlir zehnimə? Bir dənə xanım var idi Urmiye'də. Yavaş-yavaş düşünürdüm ki, bu xanım milliləşir. Coş deyir, oxuyur, filan elir, bəhman elir. Hərdən rast gəlir, adam görür. Dünən gördüm ki, biraz ki insanlara himayət göstərirsən, heç olmasa like edirsən, özündən çıxır. Dünən gördüm, deyir ki, sən əgər özünü Azərbaycanlı bilirsən, çox pis sözlərlə, çıx get Azərbaycan Cumhuriyyətinə, sən burada nə qeyrirsən? Yəni bizim belə bir düşüncəsiz dərdimiz var. Özümüzü tollamaq, yəni mən özümü yavaş-yavaş deyirəm, bu xanım milliləşə bilər. Bunu məsələn adam biraz da üstündə işləsə, bu yaxşı bir milli olar. Görürdüm hərdən bu deyir, sərhəng belə deyir, sərhəng elə deyir. Öz-özümə dedim, bu xanıma həttəmən bir sərhəng sıyıq eləyibdir. Ondan gəlgid eləyir, filan, bəhman. Belə, yəni işimiz yox, hər nə o özü bilər. Amma mən düşünürdüm ki, bu xanım yaxşı milli xanım ola bilər. Yaxşı düşüncə deyə bilər, cəsurdur. Amma birdən-birə tamam gördüm ki, yox, bu adam hər halda. Çünki dostlar tanıyırlar, qəzavət eləməyək. Hər halda İran məsələsi çoxlu ciddi sorular ortaya gətirir. Bu İranı necə görürsünüz? Bəzi türklər deyirlər ki, İran, farsların deyir ki, İran türk torpağıdır. Və biz İranın hamısının sahibiyik. Farslar bura köçmədilər. Burada ya bizə vətəndaş olarlar, qalarlar ya da köçüb gedərlər. Bəzilər İrana belə baxır. Bəzilər də yox, fərqli baxırlar. Yəni ki, partilərimiz nə cür düşünürlər? Zalib budur. Məsələn, İranda elə eləyiblər ki, bu suallar ki, burada yazılır, bunlar adi gəlir. Məsələn, heç hizb özünü müəzzət görmür bunlara cavab versin. İrandakı neçə dənə 70-ə yaxın hizbi var daha. Və hizb siyasilər, qeyri-siyasilər də ki, ilə bi nəhayət siyasi vardır. Özlərin müəzzəf görmürlər. Belə bir suallara cavab versinlər. Biz İranı nə cür görürük? Azərbaycanı nə cür görürük? Türkü nə cür görürük? Ərəbi nə cür görürük? Əslən bunları düşünmür. Yəni əslən çünki biz siyasəti bilmirik ki, bu sualları soruşmaq olar. Onlar da bu suala bizə cavab verələr. Biz isə bunları düşünmürük. Düşünmədiyimiz üçün cavab alamırıq. Ona görə siyasi deyirik. Ona görə dünyanın ən əvam milləti, ən qarayaxa milləti, ən beyinsiz, siyasi baxımdan ən beyinsiz milləti İranda yaşayan millətlərdir. Federalizm. Yəni bu sualları ki, mən deyirəm, Azərbaycan partilərindən soruşacağam. Bir daha otaq qırın, fəqət soruşun şeylərdən, Fars təşkilatlarından. Fəqət çağırın deyin, türklərdən bunları soruşurlar, mən səndən də soruşuram. Yəni mən cəsur adam istəyirəm, Güney Azərbaycanda içəridə
O pan-İranistlər var, ha İran şəhərlilər. Bir dana belə media qursunlar, İnsafəli kimi. Elə bu sualları ki, mən soruşuram bunlardan, o da soruşsun ondan. Cəsur soruşun da. Siyasətin belə yap aşağı təbəqəsi buradır. Siyasətə girmağın ən aşağı təbəqəsi buradır ki, deyəsən, sən nə düşünürsən? Sən ki bir hizb qurmuşsan, bu soruları Hidayət soruşur da. Düşüncə bağında bu sualları soruşurlar bir-birlərindən. Sən də bizi cavab ver. Yəni mən umaram ki, İranda bir siyasi cərəyan başlayaq. Bu cərəyanı buna görə başlamıram ki, 4 dənə adam gəlsin orada, məsələn, like eləsin ya like eləməsin. Dedim, mənə əhsən önəmi yoxdur. Dostlardan burada bir gün bir nəfər gəlib qalıbdı, qalanı gedibdi. Gəlir, gedir. Mənə bu bir nəfər lazımdır. Mən ləşkər istəmirəm ki, savaşa getmirəm. Lotuluq da eləmirik. Biz düşüncə yaradırıq. Düşüncəli danışırıq. Dedim, bəlkə gələn 100 ildə bunu qulaq asacaqlar. Bunlar yazı olacaq, qalacaq. Bəlkə 100 ildən sonra biri də oxuyarlar ki, biz niyə keçən 100 ildə bu sualların heç birisini soruşmağa cəsarət eləməmişik. Deyirəm, çoxludur, 500-ə yaxın sualdır. Mən yetişib nömrə qoya bilmədim. Nömrə qoymağa davam eləyəcəm. Görək şimdi. Federalizmə görə dostlar, 25 dənə sual soruşmuşam. Sən niyəsən federalistsən? Niyə istiqlalçı deyilsən? Sən istiqlalçını düşmən bilirsən, dost bilirsən. Sən istiqlalçının üstünə savaşarsan ya yox. Əsən şərait bir cür oldu ki, İran birdən-birə bölündü Rusiya kimi, istiqlala getdi. Sən istiqlalı nə edəcəksən? Sən ki federalistsən, istiqlalı nə edəcəksən? Yoxsa sən istiqlalın üstünə savaş götürəcəksən ki, mən İranı saxlamaq istəyirəm. Sənin hədəfin istiqlal federaldan İranı saxlamaqdır, yoxsa millətin haqqını qorumaqdır? Bunu yazmamışam, bu indi zehnimə gəldi. Ki bu sualların içində çox gözəldir. Niyə bunu soruşmayaq ki, sən federalistsən, sən istəyirsən İranı saxlayasan, yoxsa istəyirsən ki, millətin mənafeyini qoruyasan? Türk millətinin, Ərəb millətinin, Bəlus millətinin mənafeyini qoruyasan? Sən, məsələn, bu sualı nəzərimə gəlir ki, mən bunu yaddaş edeyim elə burada. Əlavə eləyək, niyə əlavə eləməyək ki, məsələn? Soruşarıq onu. Vətən nədir dostlar? Elə bir qabaqcanda vətəni yazmışdım, ya nədir oldu? Çünki hər sualı öz yerində danışmıram, elə gələndə ağzıma deyirəm, fikrimə gələni deyirəm, ona görə yadımdan çıxır. Vətən. Vətən nədir? Deyəndə vətən nə düşünürük? Hara vətəndir? Mən indi orada doğulmuşam, Tehranda da biraz yekəlmişəm, Təbrizdə yekəlmişəm, Tehranda dərs oxumuşam, azca işləmişəm, sonra da gəlmişəm Türkiyədə qalmışam, sonra da gəlmişəm burada. Fikir eləyin ki, hamısında da evim var, fikir eləyin hamısında da ev almışam. Bunların hangisi mənim vətənimdir? Vətənə mənim nə haqqım var? Vətənin mənə nə haqqı var? Ya əslin haqqımız yoxdur. Nə vətənin mənə haqqı var, nə mənim. Mən də səhər öləcəyəm, vətən də qalacaqdır. Allah bilir kim gələcəkdir, kim yaşayacaqdır. Burada nə haqqı məsələn, nədən danışırıq? Görürsünüz, ciddi sorular var dostlar. Görün bu dostumuz bir şey yazıbdır. Usta, təsmin budur ki, peycimizin ID'sin baləcə çap eləyim və şəhərlərdə dağıdam. Bu, indilikdə əqlimə gələn işdir. Sizi tanıdığıma görə bu kommentimi oxuyandan sonra həsb eləyin. Okey, mən görməcə yadımda eləyə bilsəm həsb eləyəm. Nədir həsb eləmək olur, heç bilmirəm ki. Olmur. Buradan eləyəmirəm. Bəlkə sonra olmaq olar. Hər halda siz onu şeydir, yəni təbii ki, nə cür istərsiniz. Vətəndaş. Dostlar, vətəndaş nə deməkdir? O zaman ki deyirik, vətəndaş, yəni nə mənə? Nə muradımız nədir, qəsdimiz nədir? Vətəndaş deyəndə ona bir mənası var. Bu qavramın bir mənası var. Onu bir yük minir, o bir şey daşıyır, içində bir şeylər var. O bir şeylər haqq hesab olur, nə hesab olur? Nə mənədir? Əcəba vətəndaşlıq dövlət tərəfindən verilmiş bir şeydir, alına bilər, yoxsa dövlət ala bilməz, millət ala bilər, millət verə bilər, nədir? Bu vətəndaş deyəndə nə mənədir? Mən məsələn istəyirəm İranın vətəndaşlığından çıxa bilərəm, ya yox? Mən dedim çıxdım, sabah qeyd edə bilərəm, ya yox?
icazə almaq lazımdır qeyd etməyə yox. Yəni bunları yazmamışam. İttifaqən bunları indi yadıma düşür. Yəni burada əl danışıram, bunları indi yadıma düşür. Mən heç bunları yazmamışam. Bunlar özləri mühüm sualdır. Məsələn, mən vətəndaşlıqdan istəyirəm, çıxım sabahlarda istəyirəm qeyd edəm, pəşiman oldum. Ya pəşiman olmadım. Mən istəyirəm mənafeyim oradadır, qeyd edəm ora. Familiyam oradadır, qeyd edəm ora. İstəyirəm oradan evlənəm. Yəni burada bu vətəndaşlığın nə cür olur? Gəlmişəm Kanadaya, məsələn, vətəndaş olmuşam. Tamam, burada məsələn mənim bir haqqı, hüququm var. Əcəba Kanada dövləti sabah dedi, mən səni vətəndaş eləmirəm. Deyə bilər. Kanada qanununda deyir ya, deyir ki, sən burada doğmamısan ki, burada da nəslin burada olmayıb. Xoş gəldin, get torpağa. Sən deyirdin, canım xətərdədir, gəlmişsən bura, mən də səni qəbul eləmişəm. Amma necə ki buradasan, buradaydın, eləyə bilərdin, rəis cumhur olasan, vəzir olasan, nümayəndə məclis olasan, hizb qurasan, işləyəsən, sərmayə gətirəsən, sərmayə yaparasan. Onlarla amma indi deyirəm, qeyd get vətəndaş. Vətəndaşlığı biz nədir görürük? Partilər nədir görürlər? Nədir düşünürlər? Məsələn, bizim millətimizdə türklər var. Özün türk bilməyən Azərilər var. Ermənilər var, Yəhudilər var, Bəhailər var, Sünnilər var, Şiələr var. Kürt var, Lor var, Fars var. Və ayrı bir şeylər. Biz bunları neynəməliyik? Sik var, Hindili var. Bunları neynəməliyik? Bunlar hansısı vətəndaşdır? Hansısı vətəndaşdır? Çox vətəndaşdır? Hansısı az vətəndaşdır? Niyə az vətəndaşdır? Niyə çox vətəndaşdır? Niyə vətəndaşdır? Niyə vətəndaş deyil? Yəni, 1000 dənə sual var. Vətəndaşın nə haqqı var? Əslən, bu vətəndaş adı gələndə nə fərq edir? Bunların da birazını yazmamışam, amma buna görə ki, çalışmışam əsli suallar. Vətəndaşlığı dedik bəs. Haqq. Əslən deyirik, haqq sözü, haqq yəni nə mənə? Filankəs haqlıdır, filankəs haqsızdır. Haqq yəni nə mənə? Niyə haqlıdır, niyə haqsızdır? Nə ilə ölçürsən deyirsən, haqlıdır, haqsızdır. Haqlını neynəməliyik, haqsızı neynəməliyik? Nə ilə haqlı eləyək, nə ilə haqsız eləyək? Haqqı nə ilə ölçürsən? Hangi metrlə, hangi mənfəətinlə, hangi baxışla, hangi fəlsəfə ilə, hangi dinlə, hangi... Çünki hamı özün, belə bir dənə muhtad özün deyir, mənim haqqımdır, mən vadımı xəttir çəkəm. O birisi deyir, mənim haqqımdır, satam. Mən ki, zorla satmıram. O da deyir, mən zorla ki, çəkdirmirəm, özüm çəkirim də. Mən canımdır, sənə nə? O deyir, mən oğurluq eləmişəm, mən bunu özümə haqq bilirdim, o niyə dövlətlidir, mən kasıbam. O da deyir ki, mən bunu öldürürəm, yaxşı edirəm, mən zorluyam, mən haqqımda öldürəm. O birisi deyir, mən polisəm, mənim gücüm var, silah, qanun var, silah vardır, vura bilirəm. O birisi deyir, mən pastaram, filanam, bəhmanam, şikəncə edə bilirəm. Haqq kimin əlindədir? Haqq nədir? Niyə bir belə oynaqdır? Nədir görməliyik? Kim yazır bu haqqı? Kim kontrol edir? Bunların da bir çoxunu yenə yazmamışam. Yazdıqlarımı da burada fəqət zehnimdə qalanları deyirəm. Ədalət nədir? Ədalət nə mənadır? Hər kəsən özünü adil bilir. Hamı özünü adil bilir. Tamam dinlər özünü adil bilirlər, tamam qanunlar özlərini adil bilirlər, tamam siyasət mədarlar özlərini adil bilirlər, tamam rəhbərlər özlərini adil bilirlər, tamam hizblər özlərini adil və ədalətli bilirlər, haqlı yaratmağa çalışırlar, ədaləti yerinə gətirməyə çalışırlar. Belə ədalət, hamı ədalətdən danışır, amma heç birisi bir-birinə bənzəmir. Niyə? Bəs haqq nədir? Ədalət nədir? Bunlar düşüncəsəl düşüncələrdir. Məsələn, Fars təşkilatından soruşun, bunları soruşun. Yəni, yazılıq hazır sualdır. 2 həftə mən oxuturmuşam, hətta əqəl bunun üstə 100 saat işləmişəm. Hətta əqəl 100 saat. Fəqət yazmaqla. Ya ömür boyu bunlar bizim şeyimizdir, işimizdir, gücümüzdür, düşüncəmizdir, yazmışıq, danışmışıq falan. Bu o ömür boyu heç. Heç olmasa 100 saat fəqət bunu yazmışam, oxumuşam, düzəltmişəm, o 100 bu 100 tapmış, dəstəbəndə eləmişəm, dəstə bağlamışam. Əxlaq nədir? 1000 ildir bu mollalar əxlaqdan danışırlar. 1000 ildə ədalətdən danışırlar. 1000 ildə haqdan danışırlar. Ağa, haqq nədir? Ədalət nədir? Əxlaq nədir? Nə əxlaqdır, nə əxlaqsızlıqdır. Kimi əxlaqlıdır, kimi əxlaqsızdır. O İmam Cümə ki, pul alır, deyir ki, burada işləyən karicərləri mən Urmiyyənin ətrafında, Qərbi Batı Azərbaycanda.
Deyir ki, burada işləyənləri, o Qızıl Çərx mədənində işləyənləri mən razı eləyəcəm sizdən haqq almasınlar. O da haqdır, yoxsa bu da haqdır. O ki, pul alır, haqqını haqq elir, deyir, bu mənim haqqımdır. O ki, pul verir, deyir, bu mənim haqqımdır. O ki, pul alır, deyir, mənim haqqımdır. O ki, ölür, deyirlər, o da sənin haqqındır. Yəni, bu haqq nədir, əxlaq nədir? Əxlaq gülməkdir, qeybət eləməkdir, dalısında danışmaqdır. Yoxsa əxlaq bir növ yaşamdır. Calibdir, ən gözəl şeylərdən ki, eşitmişəm, təriflərdən budur ki, türklük, hətta desək pan-türklük bir növ yaşam yol yöntəmidir. Gülüş danışmaq, buna səlam aleyküm, ondan savaşmaq deyil. Bir növ yaşam yol yöntəmidir. Baxın dostlar, bu kravatı bağlamaqla bağlamamağın nə fərqi var? Bu kravatı bağlayanda sizi bir şeylərə bağlır. Bu kravat kilas gətirmir, gözəllik də gətirmir. Bir şeydir boynuna bağlırsan ittifaqən. Sembol olaraq bu demək olar ki, nöqtə kimi bir şeydir. Bu cür baxanda. Amma bir ayrı tərəfdən baxanda bu bir şeyin semboludur. Mənim bir yaxçı xala oğlum var idi. Profesordur. Çox yaxça, savadlı, düşüncəli uşaqdır. Siyasi girməz, amma siyasi məsələlərə, huş məsələdə, düşüncə məsələlərində çox dərindir. Bir dəfə dedi ki, bu şağıldır. Şoğul bilirsiniz də, şağıl nədir? Şağıl. Dam tikəndə, divar tikəndə bu kərpişlər əyri olmasın. Həm eninə, həm üstdən aşağıya. Yəni, həm göydən yerə salırlar. Divar əyri olsa bəllilər. Həm də divarın eninə tutarlar. Bu başdan o başa ki, kərpişlər dalı qabaq olsa onu görsələr. Buna deyirlər şağıl. Farsda şağıl deyirlər. Mən yaşadığımda da türkçə buna nə deyirlər, amma deyirlər şağıl deyirlər. Bu şağıl, bu kravat şağıldır. Bu kravat şağıldır. Nəyə şağıldır? Səni görsədir ki, qarnın yekən ya yox. Burada sinə kəmikdir, sümükdür. Buradan qarın çıxır. Sizi əvvəldə elə bunu görsədir ki, sənin qarnın qabaqlıqdır. Sən istəyirsən özün kontrol eləyəsən, arıqlayəsən, buna diqqət eləyəcəksən. Ən aşağı şey bu kravatın budur. Buradan deyir ki, sənin qarnın üstlükdür. Kravat əyri durdu. Ondan sonra deyir ki, sən hər sözü ağzından çıxadılmazsan. Sən savaşa bilməzsən. Sən tohin eləyə bilməzsən. Sən məsxərə eləyə bilməzsən. Sən şaqqıltı yeyə bilməzsən. Sən küçədə adam olan yerdə, uşaq olan yerdə, məsələn, məst eləyə bilməzsən. Sən siqar çəkə bilməzsən. Sənin haqqın yoxdur siqar çəkənlərin yanında oturasan. Sən pis işləri görə bilməzsən. Sən söz ata bilməzsən xalqın namusuna. Sən ödəşə bilməzsən xalqın namusuna. Yəni, bu sizə bir dənə standart verir. Şağıl. Davranış şağılı verir. Dalda neynəsən, bunu açıb dalda neynəyəcəksən, eləyəcəksən. Mollalar əmmamələrini götürürlər, daha çox işlər görürlər. Əlbəttə, molla əmmamiyə baxır, baxmaz deyil. Amma bu, mollaların deyil, bu qara yaxalar bağladığıdır. Molla ilə buna ayırır, deyir ki, mən şağılım var, özümü ölçürəm. O orada gizlədir, bu burada deyir, gizlədənməzsən. Səni görsədəcəyəm mən. Mən hamıya deyəcəm, bunun qarnı yekədir. Amma molla örtür bir şeyin üstün. Ya başında keçəl olsa örtür, tüylü olsa örtür. Paltar da elə giyir ki, əsən bəlli olmur bu adam neçə 100 kilodur. Amma kravat o cür deyil. Kravat sizə, istəyirəm deyəm ki, nə deyəm? İstəyirəm deyəm ki, hər şey sizə bir şey tərif elər. Məsələn, bunu giyəndə siz məcbursunuz. Məsələn, mən Günaz TV-də 11-12 ilə yaxın iş işlədim. Evdən də işlədim. Bunun 1-2 ayın Günaz TV-dən işlədim, qalanın evdən işləmişəm. Yəni elə indiki alan sizinlə danışım, belə bir özüm bir şey düzəltmişdim, oradan oturdum işlədim. Mən Günaz TV-nin proqramına 1 saat qalandan xod şalvarımı giyib, kravatımı bağlayıb, başmamın dabanını çəkərdim.
Çünki bu mənim işimdir. Mən iş üstə gedirəm. İş üstə sən iş üstə gedən kimi gedəcəksən. İşin bir disiplini var. Fərq eləməz sən rəisin orada deyə yox. Orada səni görürlər, görmürlər. Sən mühümdür ki, o əxlaq ki, iş əxlaqı deyirlər, o iş əxlaqını müraat edəcəksən. Tamam, bu mənim geyinişimdir. İndi fərq eləməz mən burada Əlan cənabımızın huzurundayam. O günləri mənim əlimdən telefonum düşdü yerə bir dostum zəng eləyib sonra deyir ki, mən dedim indi bunun şortdu, zaddı olacaqdı, görsənəcəkdi. Yox dedim mən əslən hətta ora gələndə qondoralarımı deyirik da türkcə, dihtabanlarımı giyirəm. Xanımlar dihtaban giyirlər, o kişilər qondora. Qondoramı giyirəm, dabanını çəkirəm. Mən lat deyirəm ki, dabanı yatırdım, şıqqı buna yol yeriyəm. Mən köynəyimi şalvarımın üstündən çıxadıb qayışımın üstünə sala bilmərəm. Çünki iş disiplini aradan gələr. İş disiplini. Bu iş qutarandan sonra bunu açacağım, qoyacağım ora, soyunacağım, giydiyim rahat paltarımı giyəcəyim, o iş deyildi axı. Amma bir dostum istirib danışaq, orada mən durub oturacağam. Mən uzanılı yerdə danışmayacağım onu. Təbii ki, mən indi uzanılıyam, məsələn, canım bir dəlildən dolayı, ehtiyacı yox dəqiqə başlayacağım. Mən məcburam şu çox vaxtı uzanılı qalam. İndiki mənim durumum təsadüfdən dolayı məni məcbur edir ki, uzanılı qalam. Amma bundan sonra nə etməliyəm? Bir dostum zəh vurur, durub ondan bir dost kimi ədəbli, mərifətli, ərkanlı və biz lat deyirik ki, məsələn, biz belə yemək yiyəndə əgər dostumuzla danışsaq, məcburuq ki, o ağzımızdakı udduğunu udaq, sonra danışaq. O ədəbdir, dostluqdur. Şey deyil bu ki, mən sənə çox ərkin var, sən mənə çox ərkin olmasın lütfən. Sən lütfən mənə çox ərkin olmasın, çox hürmətin olsun, saygın olsun. Sən ərkili olub mənim yanımda hər işdən çıxma. Mən də ərkili olub hər işdən çıxmayayım. Hakimiyyət və demokrasi sonki məsələdir. Nə mənədir? Hakimiyyət dediğiniz nə mənədir? İran hakimiyyətini necə görürsünüz? Fars hakimiyyətini necə görürsünüz? Fars hakimiyyətinə baxanda İrana baxanda hakimiyyəti necə görürsünüz? Mafyayı hakimiyyət görürsünüz yoxsa bunu yenə də bunları soruşmamışam bir çoxun. Mafyayı hakimiyyət görürsünüz yoxsa bir demokratik hakimiyyət görürsünüz? Demokrasi ilə, çünki bunu da elə burada danışıram, hakimiyyət və demokrasi. Sizin hakimiyyətiniz demokratik olacaq, demokrasi əsasında olacaq, yoxsa demokrasi nə demək? Millətin iradəsinə bağlıdır hakimiyyət, yoxsa millət hakimiyyətin iradəsinə bağlıdır. Demokrasi dövlətdir. Dostlar, demokrasinin mənası nədir? Burada soruşmamışam, amma gərək soruşaq. Demokrasinin anlamı nədir? Demokrasidən mənzurumuz budur ki, millət iradə sahibidir. Hər nə değişim və iradə olursa millətindir və millət istəsə olar, millət istəməsə olmaz. Yoxsa yox. Demokrasidən mənzurumuz budur ki, milləti gətirəcəyik, bizi seçəndən sonra millət geçsin cəhənnəmə, biz özümüz nə istəsək millət bizə bağlıdır. Bu da hakimiyyət haqqında da dostlar, çoxlu sual soruşmuşuq. Mən onun görürəm burada. Çünki dedim da mən da yoruldum, buradan bu yüzden nömrə vurmamışam, amma fikir edirəm ki 10 soru, yox heç bunlar sorusu yoxdur. Heç birisində soru yoxdur. Soru əxlaqlarında, 10 dana əxlaqınçıdır. Da buradan bu yüzden, yəni hakimiyyət və demokrasidən bu yüzdenin sorularına nömrə verə bilməmişəm, çünki yorulmuşam, getmir. Azadlıq da, burada da bir fikir edirəm ki 15 soru da burada olacaq. Azadlıq nədir? Hər təşkilatın azadlıqdan bir anlamı var, düşüncəsi var, mənası var azadlığın. Azadlıqdan nə düşünürük? Düşüncəmiz nədir? Salam oğlum balam, necəsən mənim balam? Henry balamdır, ürək paramdır, cancanamdır, babasının balasıdır. Babanı gəldin görəsən. Mənim nəvəm gəlibdi dostlar. Onlar bir saat yarım, 2 saata yaxındır ki, gəlmişəm bura danışıram, nəvəmi görməmişəm. Durub oradan gəlibdi, babasını görməyə. Sağ olsun, teşekkür edirəm. Azadlığa görə danışaq. Azadlığın həddi hududu nədir? Partilərin hamısı, İranda olan partilər, tamam təşkilat, dostlar, təşkilat deyəndə lazım deyil hətmən siyasi ola. Bir dənə təşkilat deyir ki, mən məsələn
şəhrdaridə bir təşkilatam, o gərək deyə ki, mən azadlığı necə düşünürəm. Şəhər şurası gərək deyə azadlığı necə düşünür. Federalismə görə, o şeylər ki demişəm, bunların hamısına görə. Bir dənə məcəllə, bir dənə ruznamə gərək bunları müşəxəs eləyən. Bir dənə jurnalist, bir dənə düşüncə sahibi, bir dənə ustad, danışqaç gərək bunları bilə. Gərək bunlara deyə, mənim burada nə düşüncəm var. Heç olmasa o adam ki, ustad danışqaxdır, ustad hüquqdur, üzrsə ustad siyasidir, ustad hüquqdur, ustad camişnasıdır, ustad nə bilim bu cür bir şeylərdir. O gərək bunların hamısını tərif eləmiş ola deyə, mən buyam. Mən belə düşünürəm. Çünki azadiyə bəyan deyəndə, azadi bəyan yəni nə mənə? İndi yaxşı mənim azadi bəyanım var, amma radyo, televizyon mənim əlimdə deyil, fikrimdə deyəmirəm, nə olsun? Yəni burada harası azadlıqdır? Burada hakimiyyət neynəməlidir? Yəni mənim azadi bəyandan fayda götürmək üçün yer olmasa, imkan olmasa nə olsun ki mənim azadi bəyanım var? Fikir edin ki, mən əlan bu məqaləni yazıram, amma mən ingiliscə danışamıram. Bunun nə azadlığı vardır? Məsələn, Kanadada mənim nə azadlığım var? Bu azadlığın nə ərzişi var mənə ki, mən burada imkan yoxdur, bu yazımı herfeyi şəkildə böyük genişdə bunu görürəm. Nə arzuşu var? Bu azadlıq deyil ki bu. Azadlıq o zaman ki, mən bu imkanlar yarana mənim nəfimə, dövlətlinin pulunun nəfinə ki, hər yerdə var. Onun radyo, televizyonu var, onun müşkülü yoxdur ki. Mənim ki, radyo, televizyonum yoxdur, müşkülüm yoxdur, hangi azadlıqdan götürə biləcəm? Dövlətin məsuliyyəti nədir? Millətin məsuliyyəti nədir? Dövlət. Bu şeylərimiz dövlətdir. Kimin dövləti? Dövlətin anlamı nədir? Dövlət kimin iradəsinə bağlıdır? Dövlət nə zaman vücuda gələr? Dövlətin əsas bağlılığı nəyədir? Nələri qorumalıdır? Dövlət nə üçün qurular əslən? Niyə qurulur? Dövlət kimin haqqını yeyir? Və burada da çox sual var. Fikirəm 20-25 sual da burada olacaqdır. Anayasa, qanun əsası və hüquq. Üstə haqqa görə danışdıq. Haqq nədir? Hüquq da nədir? Bu gələcəkdir. Amma anayasa nədir? Niyə yazılar? Nələri göstərir? Niyə bunu məsələn İranda yazırlar, əsə saymırlar? Əgər anayasa yazmısan, saymayasan, niyə yazmısan? Niyə silmirsən? Sil deyənə nə? Bu anayasanın buraları mən qəbul eləmirəm, çünki işlətmirəm. Mən əlan 44 ildir, mənim ömrüm 58 yaşıma keçdim, 59 yaşıma keçdim. Mən orada haqq sahibi olmadım. Yaxşı, bunu qanunda yazma. Mən hizb quramıram Azərbaycanda. Bank quramıram. İqtisadi bir iş görəmirəm. Sərmayəmi yatırdamıram. İstədiyim dillə dərs oxuyamıram. İstədiyim dillə dərs verəmirəm. İstədiyim okulu, mədrəsəni açamıram. Xüsusi özel mədrəsə açamıram. Tamam, bu qanunu nəyə yazmısan? Bu qanuna, anayasa haqqında bizim partilərimiz nə düşünürlər? Əslən, anayasaları var ya, yox. Niyə anayasası yoxdur? Niyə məsələn bu pəhləviçilər, bu İrancılar deyirlər, qoy İran rejimi dağılsın, dağılandan sonra sabahları qanun əsası yazarıq. Niyə sabah yazırsan? Niyə indi, sən məgər siyasi deyilsən? Sən gərək indi millətə deyəsən ki, mən nə düşünürəm, nə cür görürəm, nə istirəm, necə ona əl tapacağam. Əl tapandan sonra o hökumətə bu sistemi aparacağım qabağa. Mənim qanunum budur. Mən sizə təklif elədiyim qanun budur. Sabahlarda anayasa məclisi qurulsa, orada deyərəm, bu mən yazdığım qanundur. Haşim yazdığı, Qasım yazdığı, Nadir yazdığı qanunlarda gəlsinlər, toplasınlar ora. O qanun olsun. Görək ki, məsələn, bunların hangisini qəbul edirlər? Bunların hamısından bir qanun çıxardırıq, yoxsa birini qəbul edirik, yoxsa daha ayrı yerlərdən gətiririk, qatırıq bir qanun çıxardırıq. Amma mənim indi nəyim var əlimdə? Hangi partinin anayasası var? Desin ki, mən bu qanunlar əsasında fiilən çalışıram. Heç olmasa bu mənim moral hüququmdur. O hüquqdur ki, mən indilikdə inanıram. Millətimiz bunu qəbul elər, yoxsa bundan izafə qəbul elər, az qəbul elər, tamam, onda da mən millətimiz iradə elədiyi qanundan gedərəm. Amma mən düşüncə səthində, düşüncə sahəsində bunları düşünürəm. Çox fərqlidir. Məncə çox fərqlidir. Yəni biz düşüncə sahəsində heç olmasa qanun əsasımız olmalıdır. Hər hizbin gərək bir dənə qanun əsasısı olmalıdır. İranda hangi hizbin qanun əsasısı var?
Hamı deyir ki, mən vilayət fəqihəm, mötəqidəm. Hamı da gedir, ağa sən özün bir qanun əsası qoy dedin, ağa mənim istədiyim qanun əsası budur, dövlətə də çıxsam bu qanun əsasını dəyişdirəcəm, belə yazam. Yəni partinin bir vəzifəsi budur ki, dedim qanunları dəyişdirsin. Yoxsa dövlət oradadır da, o dövlətlə sənin fərqin olmayacaq, nə fərqi vardır? Niyə məsələn istəyirsən gedəsən dövlət qurasan? Partinin əsli işi dövlət qurmaqdır, idarə eləməkdir, toplumu, milləti idarə eləməkdir. Rifaha yetirməkdir, əmniyyətini qorumaqdır, inkişafına imkan yaratmaqdır, azadlığından fayda götürmək imkanları yaratmaqdır. Mən dövləti belə düşünürəm, baxın, fərqli düşünürəm. İran dövləti deyir ki, mən tamam medialar, internetlər mənim əlimdə olacaqdır. Mən desəm kim nə qədər istifadə eləsin, istifadə eləyə bilər. Onun üçün də fikir edir. Mən nə deyirəm? Fərqli deyirəm. Deyirəm, dövlət imkan yaradacaq ki, hər kəsin səsi var, oradan getirə bilsin. İran dövləti cürm tərif edir. O ayrı bəhsdir, onu da gedəcək. Sürgündə dövlət. Ağa, dövlətə hətmən gərək İran dövləti yıxıla dövlət quraq. Yoxsa biz indi ki, sürgündə yaşırıq, dövlət qurmaq haqqımız var. Ağa, biz o dövlətlə müxalifiq. Ya federal şəklində, ya istiqlal şəklində müxalifiq. İstirik o dövlət yıxılsın, istiqlalımızı quraq. İstiqlalımızı alaq, dövlətimizi quraq, məclisimizi quraq, ədliyyəmizi quraq, sistemlərimizi quraq, işləsin. İndi, bunun üçün, mən indi niyə dövlət qurmuram? Niyə mənim qanun əsasım yoxdur ki, onun əsasında gələm deyəm ki, 10 dana hizbi vardı, istiqlalçı, gəlin yığışaq, qanun əsası, mən yazdığım budur, sən də yazdığım budur, o da yazdığım budur, gətirin, oturaq bunlardan bir dana ortaq anayasa düzəldək, bunun əsasında bir dövlət düzəldək, hakimiyyət düzəldək. Hakimiyyət nə deməkdir? Dövlətlə fərqi var. Hakimiyyət tamam sistemləri ki, bir dana camiəni idarə və kontrol edir və aparır qabağa, onların hamısına deyirik nə mənə? Hakimiyyət. Hakimiyyət değişmir. Çünki hakimiyyətin iradəsi millətdir. Amma dövlət bu hizbidir, o hizbidir, bu müstəqil adamdır, o müstəqil adamdır, bu gələr 4 il, o gələr 4 il, hərəsi gedər. Dövlət değişər. Sürgündə niyə dövlət quramırıq? Nə müşkülümüz var? Niyə dövlət kimi fikirləşənmirik? Niyə dövlət olmağa çalışmırıq? Niyə dövlət təcrübəsi qazanmağa çalışmırıq? Biz ki, burada dövlət qurmamışıq, hangi dövlətinə nə adına gedirik danışaq, labi eləyək? Labi, İran dövləti, ermənilər niyə labi eləyirlər? Çünki deyir, mənim orada bir dövlətim var. Mən onun adına gedirəm, labi eləyirəm. Azərbaycan Cumhuriyyəti labi eləyir. Niyə? Deyir, ya, mənim dövlətim var, orada gedirəm, labi eləyirəm. Sənin dövlətin yoxdur ki. Hizbin də qadağandı. Hizbin İranda qadağandı. Kanadada da bilmirəm qadağandı ya yoxdur, nə cürdür, səbt olubdur, olmayıbdır. Kanada dövləti ilə işləsən, İranın əleyhinə işləyənməsən. Yəni Kanada dövlətini qəbul edərsən, desin ki, mən Kanada dövlətinin qanunu ilə istəyirəm İranla mübarizə edeyim, deyər, sən haqqı yoxdur, Kanada dövlətini İranla mübarizə edəsən. Sən məcbursan deyəsən ki, mən Kanada dövlətində yazılmıram, mən özüm bir dövlət qurmuşam zehnimdə, o dövlət sürgündədir, o dövlətin adamlarını da gətirmişəm, məclisində dövlət qurmuşam, ədliyyəsində qurmuşam, dövlətində qurmuşam, prezidentində qoymuşuq, hər hizbi bir il burada prezident olsun, 6 ay prezident olsun. Mən 6 ay prezident, məsələn bizim bəzi təşkilatlarımız vardı, sürgündə 2 dənə təşkilat vardı, onların başqanları beləsi tərif olur. İldə bir seri, məsələn bir bu millətləri ki, haqqı təyini sərnəviş istəyirlər, onların bir təşkilatları var. Hər millətdən bir hizb ildə bir dəfə dəyişir da. Bir il Azərbaycanlılar olur, bir cür ərəblər olur, bir cür bəlişlər olur, bir cür türkmənlər olur, bir cür gedir fırlanır, kürtlər filan fırlanır. Nə iradı var məsələn biz də belə bir hizb quraq, belə bir sistem quraq, dövlət sistemi quraq, içində olsun, deyək tamam biz təbiddə olan Güney Azərbaycan dövlətinin xarici işlər vəziriyəm, daxil işlər vəziriyəm, ədliyyə vəziriyəm, partilər vəziriyəm, iqtisad vəziriyəm, gəlişmə vəziriyəm, təlim tərbiyə vəziriyəm, bərnamə tökək bunlara gələcəyə, bərnamə tökək ki biz dövlətimiz müstəqil olan kimi hangi kitablar oxuyacaq?
Əvvəldə hansılar oxuyacağıq, ikincidə, üçüncüdə, 10-cuda, 12-cidə, danışqahda filanda hansılar oxuyacağıq. Bizim dövlətimiz gələ indidən başlayır. Niyə başlamır? Məsələn, bunlar o sorulardır ki, bunları sormalıyıq. Pəs sürgündə dövlət də, bu da çox uzundur. Bu da fikirlərim 30-a yaxın, 35 sual ola bilər. Yazmışam, şumarə qoymamışam. Çünki bu sistem də qoymur, bilmirəm niyə. Sistemə burada qoyanda aparır, sualın axirində qoyur. O da məni yorur. Ona görə bunu da eləyə bilmədim. Gələcək siyasi sistem. İndi yox ki, siz istiqlalçısınız, siz federalçısınız. Siz gələcək siyasi sistemi necə düşünürsünüz? Gələcək siyasi sistem liberal olacaq, sosialist olacaq, marksist olacaq, leninist olacaq, nə bilim, birsist olacaq, dinçi olacaq, dinsiz olacaq, din ilə müxalif olacaq, din ilə düşmən olacaq, dini mən görməyim, sən məni görmə. Nədir olacaqdır? Yəni, nədir bir sistem quracaqsınız? Siyasi sistem əlbəttə danışırıq burada. Hüquqi sistemdən danışmırıq. Falan siyasi sistemdən sual soruşacağıq. Nədir bir sistemdən danışırıq? Nədir bir sistem olmalıdır? Federal olmalıdır, konfederal olmalıdır. Yəni, Azərbaycan müstəqil oldu. Azərbaycan öz içində mərkəzi idarə olacaqdır, yoxsa federal idarə olacaqdır? Yoxsa konfederal idarə olacaqdır. Yəni, Azərbaycan özü deyəcək ki, tamam, mən əslən deyirəm ki, bizim içimizdə 10 dana ustam var. Bir dana biz Azərbaycan federal dövləti qururuq. 10 dana burada federal dövlətlər qururuq burada. Hər vaxt istəsələr müstəqil ola bilirlər. Məsələn, nə iradı var ki, məsələn, belə düşünək. Deyək ki, biz əslən Azərbaycan deyirik ki, Ərdəbil özü, məsələn, bir məmləkət olsun, bu özü öz içində federal olsun. Hər şəhərin özünün məclisi olsun, dövləti olsun, ya hər ustanın özünün dövləti olsun, məclisi olsun, ordusu olsun, iqtisadı müstəqil olsun. Eyni halda federalla da işləyə bilsin, konfederalla da işləyə bilsin. Məsələn, nədir görürük bu sistemi? Məncə, çox da gözəl olar. Niyə məsələn bunlardan qorxaq? Niyə cəsarət eləyib qorxaq bunlardan? O zaman ki, bizim dövlətimizin hər nə bir sistemi ilə birliğini qoruya bilsək, bizim dövlətimizdir. Hamının milli mənafeyini qoruya bilsək, bizim dövlətimiz niyə qorumayaq ki? Nümayəndəlik məclisdə. Məclisdə nümayəndəni nə cür seçəcəksiniz? Nümayəndənin səlahiyyəti nə cür? İranda məclis indi ki, mən sizinlə danışım, məclis təbəqatidir. Necə? Deyir ki, hər kəsin lisansı var, ya lisans müadili var, ya lisansdan üstə var, məclisə gedə bilər. Bəs hər kəs lisansdan aşağıdır, bir təbəqədir ki, onlar məclisə gələ bilməzlər. Hər kəsin idarə təcrübəsi var, gələ bilər. Nə belə? Yəni, mən ki, məsələn, idarə sistemdə işləməmişim, gələ bilər. Oldu ki, gəldi bir 300-400-500 nəfər adam ki, İran rejimi içində keçən şah zamanı, ya indi dövlətdə işləyiblər, təcrübələr var, onlar nümayəndə ola bilər. Tamam, bu da oldu, idarədə işləyənlərin məclisi, lisans alanların məclisi. Tamam, bir belə adam burada nəccardır, bəqqaldır, çəqqaldır, nə bilim, başmaqçıdır, mexanişdir, safkardır, bənnadır, memardır. Bunlar nə edəcəklər? Milyonlar iş var burada, milyonlar adam var, bunların nümayəndəsi yoxdur məclisdə. Məgər məclis savadlıların yeridir. Savadsızlar gedə bilməz. Məgər, məsələn, İran məclisinin %90-ı, beləsi deyək, İran məclisi 3 dana qrupdan təşkil tapır. Mühəndislər, döktürlər, mollalar. Bunlardan sonra məclisdə adam yoxdur İran məclisində. O halda ki, millətin 80%, 90%, 95%, nə molladır, nə mühəndisdir, nə döktürdür. Amma məclisdə nümayəndələri yoxdur ki, bunların sözünü danışsın. Niyə İranda məclisdə İran sözlərini danışmırlar? Çünki nümayəndəsi yoxdur ki, məclisdə. Məclisə gedənin, məsələn, döktürlər ətomdan nə baş tapırlar? Döktürlər siyasətdən nə baş tapırlar? Elə o qədər baş tapır döktür ki, bir besavad baş tapır. O qədər döktürün siyasətdə, ətomda, orduda, əmniyyət xarici, siyasəti beynəlmiləl, hüquqi beynəlmiləl, bunlarda savadı var ki, besavadın savadı var. Yəni, besavadla savadlının heç fərqi yoxdur məclisin içində. Niyə məsələn savadlılar gediblər, savadsızlar qalıblar?
Diqqət buyurursunuz, biz nə qədər bir sistemin içində yaşırıq. İndi bizim partilərimiz məclisə nə cür... İranda bir şurayın cəhbən qoyublar ki, məclisə gedənlərin qabağını alsın. Sən nə edəcəksən? Siz nə edəcəksiniz? Sizin də bir belə bir sisteminiz olacaqdır. Məclisə, məsələn, kimlər gedəcəklər, hangi şəraitlə gedəcəklər, niyə? Kimi qoyacaqsınız, kimi qoyacaqsınız? Məsələn, deyək ki, millət gəldi bir şəhərdə, gəldilər, deyirlər, biz filan kəs ki, latdır, sabahı da yoxdur, ona rəy veririk. Sən nə deyəcəksən? Deyəcəksən, mən səni məclisə qoymuram. İradə onun iradəsidir, yoxsa sənin iradəndir? İradə millətin iradəsidir, yoxsa bir partinin, bir dövlətin, bir sistemin iradəsidir. Millət təşxis verir ki, bu adam ki, savadı yoxdur, bu mənim dərdimi danışır. İndi sabahları gələk məclisi söndürək, pulluları məclis eləyək. Geni təbəqatıdır. İndi ki, fələn dedim, 3 təbəqə məclislədir, 3 qeşləsin, təbəqə deyil, 3 sınıf məclislədir, təbəqə də deyil. Hətta farslardan biri çox gözəl bir söz dedi. Mən təhliqimcan İran məclisinin nümayəndələrinin 6-sından çox gücüm var. Dedi, nə cür? Dedi, mən güclüyəm da. Niyə? Sərvətim var. O nümayəndələrin hamısını mən qoyaram, cibimə dolandırıram. Aparıram Şama, hərəsində cibinə 1 milyard qoyaram, hamısı səsini təkər gedərlər, mənim nəfimə, mənim nutqumu nutq edərlər. Mən güclüyəm. Çünki pul güc. Biz belə bir məclis istəyəcəyik. Nə tür məclis istəyəcək? Yəni, biz bunları danışacağıq, görək ki, məclis nə cür olmalıdır, istiqlalları nə cür qorulmalıdır, nümayəndə, məsələn, terrora qatışdı, neyniyəcək? Nümayəndə gəldi, dedi ki, mən Azərbaycanın, bizim dilimiz rəsmi olsun sabahdan, dedi ki, farsı olsun. Fars dili rəsmi olsun Azərbaycanda, neyniyəcək? Məsələn, deyəcək ki, tamam. Gəldi, dedi ki, mən deyirəm, silah götürək, şeylə dav eləyək. İstiqlalçılarla dav eləyək. Özü Azərbaycan müstəqil olub, amma deyir, biz İrana qoşulmaq istirik. Neyniyəcək? Məsələn, bu adam azadlığı haracandı məclisdə. Bu tür bir sualların birazı ələn yazılıdır, birazı yazılı deyil, amma bunlar bəhs olacaq orada. Yəni, bunlar çox ciddi bəhslərdir. Yəni, qadın məsələsi. Qadınlara necə baxır? Qadının hangi haqqı var tarixdə? Hangi haqqı yoxdur? Niyə yoxdur? Kim alıbdır bunların əlindən? 3 qrup bunun əlindən alıbdır qadınların haqqını. Dinçilər, din satanlar. Din yox ha. Mən belə deyirəm. Mən dini fərqli düşünürəm. Dinçilər, din satanlar, dinlə yaşayan. Biri də gedir ilməhs alır, biri də gedir maşın təmir edir, biri gedir fabrikada işdir, biri də gedir bir müəllimlik edir. Biri də gəlir din satır. Din. Dinin alveri ilə yaşır. Hətta bunlar oraya yetiriblər ki, deyir, sənin dədən ölübdür. Pul ver, mən namaz qılım ona. Sənin dədən oğurluq eləyibdir. Oğurluq elədiği pulun gətir %25'in ver mənə, mən onu həlal eləyim, geçsin behişdə. Ya bu qədər dini alveri çevir. Tükan eləyiblər. Milk eləyib. Türkü dini özünün mülkü eləyib. İstir onu satar. Biz ondan danışmırıq. Amma qadın bir olar, mollalar, bir hakimlər, bir də pullular. Çünki pulsuzlar, kasıblar, baxarlar görürlər ki, dövlətdilər, mollalar və dövlət nə cür xanımlarla rəftar edir, bunlar da o cür rəftar edirlər. Bunlar ona bağlıdırlar. Qarayaxa, qoyun kimi bir şeydir. Başın bağlayıbdı dövlətə. Başın bağlayıb din satana, başın bağlayıb pulluya. Onlar nə cür eləsə bu da o cür elər. Desən niyə deyər, molla o cür elədi, dövlət bu cür elədi, pullular da belə eləyər. Filan kəsə bax, arvadı ilə nə cür geçinir, mən niyə o cür geçinməyim? 3 dana ülgü mərkəzi var Qarayaxanın. Dövlət, din satanlar və pullular, güclülər. Qadınların haqqı olar. İndi biz bunlara qadınları neyniyəcək? Qadınların hangi bir də qanun yazılıbdır dini adına, mollalar yazıblar. Molla deyib ki, mən arvadımı istəyirəm bu günləri mənim sözümdən çıxmasın. Deyib ki, belə olacaq. Bunun yanında gətirmiş, buna cahaz gərək gətirə, mehriyyəsi gərək ola, filan ola. Bunun iradəsi yoxdur. Aşıq oldu neyniyəcək? Aşıq olmadı neyniyəcək? Niyə zorla verirsən? Niyə zorla çıxadırsan?
Yəni qadınların mövzusu çox əcib mövzudur və cəlib budur ki, biz bunu sual eləmək başarmırıq. Mən oturdum sual yazam, 4 dənə sual yazdım. Sonra gördüm ki, axı bu 4 dənə sual ya nə mənə, mən nə deyirəm, mən niyə bu mövzu? Baxdım ki, mən qadın mövzusunu düşünmürəm ki. Çünki mən qadın olmamışam ki, görəm nə var, nə yox. Hə, İslamın qanunlarını biraz bilirəm, onları sual eləmək lazım deyil. Bir dəfə deyəcəksən, İslamın mollalar yazdıqları qanunları qəbul edirsən, yox, qəbul edirəm, ya eləmirəm. Bu tartış etdi. Çünki sən İslamdakı olan qadınları haqqında olan zülmlərin heç birisini qanun qəbul eləyə bilmərəm. Mən eləyə bilmərəm. Partilərin işim yox. Bunların hamısı mollalar tarixdə yazıblar. Öz mənfəətləri üçün, pulluların mənfəəti üçün, dövlətin mənfəəti üçün. Mollalar tarix boyu bu 3 qruha qanun yazıblar. Molla İslamda tamam qanunların hamısını keçən mollalar 1300 ildə yazıb, 1250 ildə yazıblar. Bunların hamısını 2 təbəqənin nəfqinə, qadınların zərərinə yazıblar. Bir əvvəl yap başda mollaların mənfəəti üçün qanun yazıblar, arvadlar nə cür bizdən itaat eləsinlər. Ondan sonra pullular və güclülərin nə cür qadınlardan faydalansınlar, onun üçün qanun yazıblar, qanun deyiblər. Ondan sonra da hakimiyyət nə cür qanunlardan faydalansın, qanun geçirdiblər. Ondan sonra da özləri də erkək olublar da, çünki mollalı erkəkdir. Onun üçün din qanunları bu 3 əlsədə həm erkəklər üçün yazılıb, həm erkəkləşibdir. Bunun üçün qadınlar bir bərdə olaraq qalıblar. Hər sahədə qadınların haqqı yoxdur. Hangi sahəni əl basırsınız, baxın orada qadının haqqı yoxdur. İndi biz kökündən bunları qəbul eləmədik. Tamam, ondan sonra nə haqq veririk bunlara? 1000 il bunlar, 1002 il, 10.000 il, 20.000 il qadınlar haqsız qalıblar. Beyinləri geri qalıb. Bu bir. Mal var, darayat baxımından geri qalıblar. Çünki məsələn, oğlana pul yetişibdi, oğlan işləyib artırıbdı, gedib o birisi balaları da işləyiblər, çoxalıbdı, sonra beləsə, oğlan tərəfi güclənibdi. Dədə ölübdü, malın bölüblər, oğlana çox yetişib, qıza az yetişib. Qızın malı da getdikcə bölünübdü, dədənin malının içinə giribdi. Yəni arvad ölübdü, o bölüb, məsələn, malı qalıbdı, mal qalıbdı ailəyə. Ailə onu əgər taza arvad gəlməsə, onu bölübdü uşaqların arasında, qıza az yetişibdi, oğlanlara çox yetişibdi. Nənədən qalan mal. Dədədən qalan mal hələ heç. Onun üçün oğlanlar həmişə üzdən gücləşiblər, qızlar üzdən kasıblayıblar. Həm beyinləri, həm cigləri, həm iradələri, həm özgüvənləri, həm dünya baxışları. Dünya baxışları beyinə bağlıdır. Nə etməlidir bu sahələrdə? Bu sahələrdə də yenə bunları dövlətdən soruşun. İran dövlətindən, məclisindən, nümayəndələrdən, hizbilərdən, partilərdən, NGO-lardan, kitab yazanlardan, ustadlardan, müəllimlərdən, mollalardan bunları soruşun. Uşaqlıq. Uşaq haqqı nədir? İran anayasasında uşaq haqqı yoxdur. Necə ki, millətlərin haqqı yoxdur, uşaq haqqı yoxdur. Qadın haqqı da yoxdur. İran anayasasında, Fars anayasasında. İndi uşaqlar özlərini difa eləyə bilmirlər. Çünki uşaqdır da, neynəsin? Məsələn, nənə o çağda, dədə o çağda camış, gəlir bu uşağı vurur, döyür, tənbih edir, oğurluq elədir. Uşaq gedib evdən yağ götürüb yiyibdi, kərə götürüb yiyibdi, alma götürüb. Sən niyə bunu oğurluq elədin? Niyə mən nə? Oğlum, mənim evimdir bura. Necə ki, mən bu evdə doğmuşam. Burada oğurluq mənası yoxdur. Özü mən nə bilirəm nə oğurluqdur, nə deyil. Əsən 18-15 yaşım var. Mən nə bilirəm ki, məsələn, onun almasını yesəm oğurluqdur, onun dükanından götürsəm oğurluqdur. Mən bunları hələ bilmirəm ki. Mənim beynim o qədər bilməyibdi ki, fərq qoyam ki, o mənimdir, mənim deyil. Adam birinə baxırsan, mənim qızıma niyə baxdın, sən mənim nənəmə, arvadıma. Oğlum, mənim sinnim o sinni də deyir ki, mən indi hamıya aşıq olam, hamını sevərəm, hamına. Amma yox, mən tutul aparlar məhkəmədə, böyüklərin qanunu ilə mühakimə edirlər, verirlər zindana. Sən oğurluq elədin. Ağa, nə oğurluq elədin? Mən oğurluq yəni nə mənə? Mənim nəzərimə gəlir ki, bu ağac
Ağaçdır, Allah yaratdığı ağaçdır. Bunun meyvəsini yeyərəm. Bu da qonşumuzdur, bu da xaladır, bu da əmidir, bu da dayıdır, bu da qonşumuzdur, bu da həmsayımızdır, bu da həmşəhrimizdir. Mən oradan keçəndə ondan bu şey ehtiyacım vardı, götürdü. Uşaqdır. 18 yaşı var, hələ bəlkə 20 yaşı var, bəlkə 25 yaşı var. Çox adamın beyni 30 yaşında, 40 yaşında yetişir. Həzrət Məhəmmədin beyni 40 yaşında yetişdi, oldu peyğəmbər. Yoxsa məsələn 20 yaşında yetişsəydi, 18 yaşında yetişdi, 18 yaşında olardı peyğəmbər daha. Bu iki peyğəmbər 40 yaşında yetişibdi. Bu insanlara deməlidir ki, insanlar 40 yaşınacan hələ ağlı yetişmir. Təcrübəsi yetişmir, bilgisi yetişmir, çox şeyləri bilmir. Bunun üçün siz eləyə bilməzsiniz 40 yaşınacan hər mövzuda hər adamı mühakimə eləyəsiniz. Həm də bir qanunla ki 70 yaşındanı da, 90 yaşındanı da, 100 yaşındanı da, alimi də, filsufu da, savadlını da, savadsız da onunla mühakimə. Necə ki axı, niyə məclisə göndərəndə bir savadlını göndərmirsən, mühakimə eləyəndə savadlını mühakimə eləyirsən? Həmin qanunla ki onu mühakimə edirsən, məni də mühakimə edirsən. Olmaz. Bu ədalət deyil, bu düz deyil. Düz deyil, ədalətin işim yox. Düz deyil. Necə ki uşağı məsələn, niyə sən bu uşağı niyə böyüklərin qanunu ilə mühakimə edirsən? Niyə uşaqlar işləyirlər əslən? Mən nənədən olandan fikir 2-3 yaşımdan başlamışam işləməyə. Mən özümü deyirəm. Mən o gündür, bu gündür işləyirəm. Ar deyil. Zəhmət çəkmişəm. İşləmişəm. İftixar edirəm. Evimizə, ailəmiz, kasıbıdır. Köməklik eləmişəm. Əlimdən gələn qədər. Həlalları olsun. Həlalımız olsun. Amma uşaq, mən hava uşaqlıq eləyəcəm. Mən tamamən işləmişəm. Mən tamamən dərs oxumuşam. Ağa, tamamən gedib dərs oxuyur uşaq. Uşaq 2 yaşından qoyurlar dərsə. Bu dərsdən çıxardılar o dərsə, o dərsdən çıxardılar o dərsə, o dərsdən çıxardılar o dərsə. Bu ha zaman oynayacaq, ha zaman uşaq olacaq, ha zaman... Bu bir zaman elə dərsdən başına alanda evlənəddi. Ev sahibi, borc sahibi bunlara gedəcəkdi. Hava uşaqlıq eləyəcək. Biz bunu hüquqda necə düşünürük, qanunda necə düşünürük? Bu uşaqları şikəncə edirlər, vururlar, döyürlər. İş yerində, evdə, küçədə, bacada bunlar necə olur? Mədrəsədə müəllimlər, bunlar necə olacaqdır? Sistem bunlara necə baxacaqdır? Bu da bir 30 sualdan çox, əlbəttə burada sual indiki dedim, vaqəən zehnimə düşür, bunları yazsam, fəqət elə bir həftə uşaq məsələsini danışaq, ya qadın məsələsini, ya onları danışaq. Amma hər halda bəhsi başlamaq mühümdür. Qorxunc topluluqlar, sonuncu konu qorxunc topluluqlar. Nə cür? Dostlar, bunun adı biraz əcibdir. İranda indi hamı bir-birinin ziddinədir. Türk ilə Fars, Kürd ilə Türk, Ərəb ilə Lor, Ərəb ilə Fars, Lor ilə Fars, Şumali ilə Fars, Fars ilə Şumallı, Şumallı ilə Türk, Türk ilə Şumallı, ondan sonra Molla ilə Türk, Molla ilə adam, qarayaxalar, beləsi yox, bizdə qarayaxa deyirlər millətə də. Molla ilə qarayaxalar bir-birinə düşməndirlər. Pastorlarla millət, bəsicilərlə millət. İdarədə işləyənlərlə, müdürlərlə, pastorlarla, ittilaatlarla, hərasətlərlə, qozinəşlərlə. Bunların hamısı bir-birinə, ondan sonra pullular, pulsuzlar. Karxana sahipləri millət. Dedim pullular, pulsuzlar. İşçilər, işsizlər. Sərmayəsi olan, olmayan. Bunlar hamısı əcib bir-birinə qorxunc bir vəziyyətdə düşməndirlər. Düşmən olublar. Çünki hamı deyir ki, haqq məndədir, onda deyil. Heç kəs qazandığından o birisinə mən yapışım toplumun əlindən yoxdur. Belə bir düşünün. Kanadada belə deyil. Kanadada misalın üçün dəfələrcə vurmuşam, bunu birinci dəfədə xüsusən çox danışmışam. Ona görə deməyəcəm. Onun üçün toplum çox qorxunc bir vəziyyətdədir. Mən zindanda olanda bunu hesabladım, üstündə də çox işləmişəm, təhqiqatım olubdu zindanda. Çap olsa bir böyük, özü bir məcmuədir. Dostlar, zindanda adamlar hesablıdırlar ki, filan kəsin sərmayəsi var, filan kəs də müdürdür, filan kəs müdiri kulludur, filan kəs muavindir, filan kəs pastardır, filan kəs bəsicidir, filan kəs filan idarədə işləyir, filan qazi var, bir belə rişvət alıbdır, qazilər belədirlər, qazinin muavini belədir, işləyəni belədir, dəftərdarı belədir, dadistan belədir, filan.
Yəni deyirdilər ki, bunların evlərini, adreslərini tapmışlar. Deyirdi ki, bax inqilab olsa mən zindanı nə cür qaçırda yıxacaq yox, nə cür qaçacaq, nə cür onları çapsalan eləyəcək, nə cür öldürəcək, nə cür arvadların, uşaqların alacaq, təcavüz eləyəcək, ya öldürəcək. Yəni zindanda belə bir millətdə belə bir qurğu var. Deyələr, deməyələr, millətin içində məsələn inqilab 57 inqilabı mənim yadıma gəlir. Adamlar karxanada işlədiyi karxananın qazanların, dəstgahların söktülər, gətirirlər. Lazım olmayacaq. Nəyə gətirmirsən bunu? Amma gətirmişdi. Tamah. Qarət tamahı. İntiqam alverisi. Bu qorxunc bir yapıdır. İranda var. İranda bu milləti bir-birinə dövlətlə tək müşkülü yoxdur millətin. Millətin bir-birinə müşkülü var. Milletin bir-birindən intiqam almaq müşkülü var. Bunu partilər nə edəcəklər? Nə cür kontrol edəcəklər? Nə cür saxlayacaqlar? Sabah dövlətdəydi bir-birinə bu intiqam paslarların hamısı ölsün, polislər ölsün, ittilaatilər ölsün, bəsicilər ölsün, mollalar ölsün, qozinəşdə, hərasətdə işləyənlər, idarədə işləyənlər, rüşvət alanlar, rüşvət verənlərin hamısını öldürək, ölsün, intiqam alaq bir-birimizdən. Bunu nə cür kontrol edəcəklər hizblər? Ya bu rahat istiqlal dediğin, federal dediğin bu rahatlıkla olmur. Nə cür bunları kontrol edəcəksiniz? Yani sabahları tək dəysə tuqqa, tamam nümayəndələr, şəhər şuraları, hamısı, vilayət fəqihin nümayəndələri, yani nə mənə görürsünüz sistemə bağlıdır, hamısı intiqam altına gedəcəkdir. İntiqam hissi altına, bunu biz görürük. Bunu bir ziyalı görməlidir, bunu bir siyasetmedar, bunu bir hizb, parti görməlidir və bunlara yol tapmalıdır. Mən bunları nə cür kontrol edəcəm, nə cür mahar edəcəm. Mənim şəxsi özümün bunların hərəsində cavabım var. Hər sorusunun haqqında tazaşdan düşünmüşəm. Hər bölümə görə dedim, günlər oturup 15 gündür fəqət bu soruları yazıram. Yəni sorunu yazanda siz cevabı düşünməlisiniz, cevapları düşünməlisiniz. Ehtimalı cevapları düşünməlisiniz, onlara görə sorunu yazmalısınız. Ki ehtimali 11 dana mən məsələn cevap, ən azı 11 dana cevap gözləyirəm hər suala. Hər suala 11 dana hizbidən soruşsam 11 dana fərqli cevap gözləyirəm. Bunun üçün 11 cürə mən teori zehnimdə yaratmalıyam. Yani 11 cürə cevap verməliyəm özüm bu sorulara. Yap azı 2-3 cürə heç olmasa cevap verməliyəm, deməliyəm ki, bu 11 parti hərəsi bir cür parti verəcək. İndi siz fikir eləyin ki, bu soruları apararsınız İranda olan partilərdən, NGO-lardan, ruznamələrdən, məcəllələrdən, nə bilim, əncümənlərdən, əncüməni herfeyi, kari, nə bilim, filanlardan soruşmalısınız. Görün ki, nə çıxar ortaya? Yəni, böyük kitaplar çıxar, böyük stratejiler ortaya çıxar, böyük çatışmazlıqlar ortaya çıxar. Ondan sonra sərmayə məsələsinə keçirik. Sərmayə ilə nə edəcəyik? Bizim işsizlik məsələsi var İranda. Pulsuzluq məsələsi var. Əmniyyətsizlik məsələsi var. Hamısı bağlıdır sərvətə. Sərvət yoxdur. Millət kasıbdır. Millət kasıb olduğu üçün öküzdən görər, hayli olmuşuq. Yəni hər şeyi bir-birimizdən görürük, bir-birimizdən intiqam alacaq, bir-birimizi vuracaq, asacaq, kəsəcək. Niyə? Çünki kasıbıq. Kasıb olduğu üçün hamı istəyir ki, bir yerdən qopartsın, özünə yaraşdırsın. Biz burada nə etməliyik? Bu kasıblığı, bu sərvətlə, pulla nə cür danışmalıyıq? İndi filankəsin milyardılar pulu var, filankəsində yoxudur. Nə etməliyik? Sərmayə sahiblərini nə etməliyik? Öldürməliyik? Müsadirə eləməliyik? Alıp millete paylamalıyıq, yoxsa sərvəti saxlamalıyıq, sərvəti çağırmalıyıq, ayrı yerdən sərvət dəvət eləməliyik, gəlin bura, burada iş yaradın, güc yaradın, sizə imkan verəcəyik. Ağa, nə qədər sərvət gəlsə, mən dünənləri şeyin, bizim turist, dostlar, adam, bilmirəm, dostlar, baxırsınız yox, çox kasada başınızı verməyin. Gedin, görün ki, dünyada bu turistlər ki, dolanırlar, indi internetdə qoyurlar dolandıqlarını. Görün, onlar niyə gedirlər dolanmağa? Bizim dolanmağa gedənlərimiz gedirlər bu kabariyə, o klaba, burada yedim, orada bu şirini, burada bunlar deyil. Dünyaya gedirlər dolanmağa, onlar da var. Dünyaya gedir, siz görərsiniz. Amma dünyaya gedir, görər ki, nə cür mühəndislik olub, nə cür dəyişib, nə cür idarə olur, nə cür yaşırlar,
Nə cür bir-birlərinə davranırlar, uqdəlidirlər, uqdəli deyirlər, intiqam hissləri var, yoxdur. Çoxlu şeylər gör, gəlir bunları məmləkətdə düzəldir. Mən Türkiyəyə baxırdım, Türkiyədən bir turist, Pəhləvan adında, şöhrəti Pəhləvandır. Soyadı Pəhləvandır. Bu getmişdi şeyə, Singapura. Singapura getmişdi. Singapurun 1,6 milyon cəmiyyəti var. Böyüklüyü İzmirin 30'da biri qədərdir. Yəni Təbrizin məsələn ortası qədər. Böyüklüyü. Suları yoxdur içməyə. Suyu gedirlər Maleziyadan gətirirlər. Torpağı ayrı bir yerdən, simanı, dəmiri, hər şeyi ayrı yerdən gətirirlər. Orada bir sistem qurublar, bir dövlət qurublar. Dünyanın ən rifahlı dövləti. Ən bahalı dövlət. Ən bahalı, ən rifahlı dövlət. Mən o turist orada getmişdi. Orada mən 4'üne baxdım. Çünki 4 dana həlqə baxmışdım. Bir gündə məcbur oldum buna baxam. Çünki mənə böyük bir idea verdi. Olan biz niyə dünya dövlətlərini tanımırıq, təcrübələrindən istifadə eləmirik? Çoxlu təcrübələr var. Bəziləri bizə dəyər, bəziləri dəymir. Amma onları biz məhəlliləşdirə bilirik. Yəni öz millətimizə uyğun bunları görməliyik, öyrəşməliyik. Çox danışdım, ağzım kəf elədi. Yarısına yetişmişəm dostlar. Fəqət hələ sualların yarısına yetişmişəm. Qalsın, mən yoruldum. Başım çox ağrıdı. Yoruldum. Görün yazanda nə çəkmişəm. Sərmayə, pulu. Bizim pullularımızı nə eləyəcək? Pullularımızın, məsələn, bilirik ki, bir də insanlar Şah zamanı və Xümeyni zamanında dövlət işlərinə giriblər, rant yiyiblər, rantıdan pullanıblar. Dədə-nənədən bunlara pul qalmamışdı. Bunlar rantıdan pullanıblar. Bunları nə eləyəcək əvvəl? Əcəba bunları müsadirə eləyəcəyik? Əcəba bunları edam eləyəcəyik? Əcəba bunların pullarını alıb yayacaq millətə? Yoxsa özlərində saxlanacaqlar? Bunları təşviq eləyəcəyik? Deyəcək, pulu ayrı yerdən çəkib gətirir Azərbaycana, Azərbaycan şəhərlərində iş yarat, sənə mən təxfif verəcəyim, az maliyyət alacağım, az vergi alacağım. O birisi dünyadan pullarınızı gətirin. Farslar, ərəblər, ingilislər, ruslar, hər kəs pulunuzu gətirin Azərbaycanda iş yaradın. Mən sizə iş imkanı verəcəyim, az maliyyət alacağım. Burada iş yaradın, sərvət olsun, millətimə iş çıxsın, millətin pullansın, rifahları, əlləri ağızlarına yetişsin. Hamının işi olsun, hamının gücü olsun, hamının ev ala bilsin, araba ala bilsin, iş gücü sahibi ola bilsin, əhliyalını mədrəsəyə göndərə bilsin, rahat yaşam yarada bilsin əhliyalına. Nə eləyəcəyik? Hangi siyasəti götürəcəyik? Nə cür götürəcəyik? Nə cür saxlayacağıq? Sərmayə məsələsi çox ciddi məsələdir. Biri də kommunist düşünür, biri də sosialist düşünür, biri də yarı sosial, yarı kapital düşünür. Biri də tamam kapitalist düşünür, sərmayədarı düşünür. Bunları nə eləyəcəyik? Farsların biraz sərmayəsi var bizim torpağımızda. Bizim sərmayəmizin %90'ı Farsların torpağındadır. Onları nə eləyəcəyik? Yəni biz məsələn deyək ki, Türklər aparıblar, sərmayə yatırdıblar farsların içində. Onları nə eləyəcəyik? Məsələn, onları qoyaq qalsın onların əlində, yoxsa onlar nəcür olacaqdır? Nə eləyə biləcəyik? Yəni, hangi sistemlə biz gedib birinə deyəm, mən sən buradan sərmayə götürəcəklər bizə, Azərbaycana. Nəcür eləyəcəyik? Bunları nəcür, hangi təşviqlə, hangi şeylə millətimizi, bunların hamısı bunun üçün millətimiz rifah olsun, rifaha çatsın. Nəcür millətimizin rifahını nəcür düşünürük? Suyun, indi bunlar sonuncu bəhslərdir. Məsələn, istiqlal bu rahatlıqda deyil dostlar. Federal da bu rahatlıqda deyil. İranda o qədər mürəkkəbdir məsələlər ki, çox ciddidir. Dostlar, mən yoruldum. Bu sərmayədən qalsın, gələnki bölümdə. Eləyə bilsən danışarıq, eləyə bilməsək də heç. Çox sağ olun, təşəkkür edirəm, var olun, sağ olun. Gecəz xeyirə qalsın. Görüşmək üzrə.